Xoş gördük sizi. Aktual gündəm efirdədir. Çox fərqli bir dövrə qədəm qoyduğumuzu artıq anban hiss edirik və yeni bir dövrün yeni çağırışları var. Azərbaycan prezidenti Türkistan şəhərində Türk dövlətləri başçılarının qeyri-rəsmi görüşündə işlətdiyi rəqəmsal suverenlik məsələsi artıq dövrümüzün gerçəkliyinə çevrilir. Ümumiyyətlə, bunun mahiyyəti nədir? Və rəqəmsal dövrdə, xüsusən də süni intellektin hakim olduğu dövrdə davranışlarımız, ümumiyyətlə, bundan sonraki fəaliyyətimiz dövlət strukturlarından tutmuş, idarəçilikdən tutmuş, ən adi həyatımıza qədər necə olmalıdır? Biz təhsilimizi, davranışımızı necə qurmalıyıq ki, bu standartlara və bu suverenliyin tələblərinə cavab verə bilək? Ümumiyyətlə, mahiyyətcə bu nədir? Mahiyyətin icrası üçün nələr edilməlidir? Və Azərbaycan, yəni bütövlükdə bu internet imperiyasının içərisində öz rəqəmsal suverenliyini necə quracaq və hansı mexanizmlər işləməlidir? Burada önəmli məsələlərdən biri həm də Azərbaycanın artıq sürətlə rəqəmsallaşdığı bir dövrdə həm elektron hökumət anlayışının artıq ümumişlək bir prosesə çevrilməsi, eyni zamanda süni intellektin idarəçilik sisteminə tətbiqi yeni tələblər qarşıya qoydu. Və Azərbaycan prezidentinin keçirdiyi müşavirədə də, ondan sonra verilən müvafiq qərarlarda da, yaradılan xüsusi qurumlarda da artıq yeni bir dövrün tələbləri və bu tələblərə cavab verəcək prinsiplər müəyyənləşdi. Cəmiyyət olaraq biz nələr etməliyik ki, bu tələblərə də cavab verək? Çünki informasiya dövründə informasiya texnologiyalarının nadanlığının və yaxud da bilməməzliyinin gətirdiyi faciələr artıq ölçüyə sığmayacaqdır. Artıq döyüş meydanlarında silahlar yox, yəni bildiyimiz odlu silahlar yox, rəqəmsal silahlar işləyir. Və yeni dövrün müharibələri də bunu göstərir. Yeni dövrün iqtisadiyyatı da bunu göstərir. Artıq dövlətlər bir-birini və yaxud da münaqişə edən tərəflər bir-birini şantaj edəndə təbii ki, enerji ilə şantaj etdikləri vaxtda da rəqəmsal yollarla da şantaj edirlər. Elə Hörmüz ətrafında baş verən məsələdə yeraltı, yəni sualtı kabellərlə şantaj olunması da, fibrooptik kabellərlə şantaj olunması da buna bir nümunədir. Azərbaycan isə bu məsələdə həm də Zəngəzur dəhlizi, orta dəhliz xəttində və Xəzər dənizinin dibindən yeni fibrooptik kabellərin keçirilməsi ilə regionun həm də ötürücülük missiyasını öz üzərinə götürür. Və eyni zamanda Azərbaycanda yeni data mərkəzlərinin, süni intellektlə bağlı mərkəzlərin yaradılması ideyasını həyata keçirməsi üçün nələr edilir? Bunlar da çox maraqlıdır və kifayət qədər geniş olsa da, amma vacib bir mövzudur. Çünki biz buna necə hazırlaşmalıyıq? Bu da önəmlidir və hazırlıq üçün nələr etməliyik? Eyni zamanda yeni dövrün və yeni nəslin təhsili necə qurulmalıdır ki, bu tələblərə cavab versin. Çünki indi artıq təhsilin də dili dəyişib, tədrisin də dili dəyişib, mexanizmi də dəyişib. Demək, biz də bir çox şeyləri dəyişməliyik. Buna hazırlıqmı və bunu necə edəcəyik? Qonaqları təqdim edin, müzakirəyə başlayaq. Rasim Əliquliyev, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Təhsil Nazirliyi yanında, Elm və Təhsil Nazirliyi yanında İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru. Bəxtiyar Nəcəfov, Beynəlxalq Təhsil və Ali Təhsil Mərkəzləri Birliyi İdarə Heyətinin sədri və bizim Zoom bağlantısında Lissabondan iki alimimiz, dəyərli alimimiz, onları da təqdim edeyim. Briz Mohan, Lissabon Universitetinin professoru və İsmail Qarazadə, Lissabon Universitetinin elmlər doktoru. Xoş gördük sizi də, salamlayıram. Bizim salamımızda cənab Mohana çatdırın. Və icazənizlə Rasim müəllimdən birinci başlayayım. Rasim müəllim, siz Azərbaycan elminin, xüsusən rəqəmsal elminin həm ağsaqqalı, həm böyük bir siması, amma eyni zamanda ən gənc tədqiqatçısısınız. O mənada ki, ən yeni texnologiyalar, ən yeni informasiyalar bütün gənclərdən daha çox sizdə olur. Bu özü də unikallıqdır. Bunu mən böyük mənada deyirəm ki, həqiqətən qibtə olunası bir məsələdir. Və Azərbaycan elmində belə simaların olması bizim üçün çox böyük qürur verici bir amildir və eyni zamanda müsbət hadisələrdən biri budur ki, həm də süni intellekt sahəsində bizim alimlərimiz kifayət qədər maraqlı işləri ilə çıxış ediblər son illərdə ümumiyyətlə. Hətta beynəlxalq jurnallarda da onların materialları çap olunub. Bunlar da bizim elmimizin uğurudur. Amma bütün bunlar barmaqla sayılacaqdır. Biz isə sürətli bir keçid eləmək istəyirik. Ümumiyyətlə, rəqəmsal suverenlik nədir və biz buna necə hazır olmalıyıq? Birincisi, təşəkkür edirəm Elçin müəllim dəvətinizə görə və eyni zamanda bu mövzuya diqqət ayırdığınıza görə. Doğrudan da rəqəmsal suverenlik məsələsi çox aktual məsələdir və təsadüfə deyildir ki, qeyd etdiyiniz kimi Türkistanda
Türk dilli dövlətlərin qeyri-rəsmi samitində əsas məsələ süni intellekt və rəqəmsal inkişaf məsələləri idi. O ki qaldı, rəqəmsal suverenlik məsələsinə bu çox mürəkkəb bir məsələdir. İlk baxışdan belə deyək ki, biz onu ifa edirik, rəqəmsal suverenlik. Onun arxasında çox böyük, belə deyək ki, faktorlar var, parametrlər var, aspektlər var. Ona görə də rəqəmsal suverenlik indi son zamanların reallığından ibarətdir ki, artıq dünya qlobal virtual məkanla əhatə olunur. Artıq internetin üzərində süni intellekt, digər xidmətlər, sosial şəbəkələr və s. Digər tərəfdən də elə Azərbaycanı götürsək, son 20 ildən artıq bir müddət ərzində Azərbaycanda rəqəmsallaşma çox böyük sürətlə inkişaf eləyibdir. Artıq bütün Azərbaycan vətəndaşları, məktəblilər, bütün belə deyək ki, insanlar demək rəqəmsal texnologiyalardan geniş istifadə edirlər. Mobil telefonlar artıq telefonluğundan demək çıxmayıb, amma telefon kimi eyni zamanda elə kompüterdir. Və mobil telefonlar həm də iş yeridir, mobil telefonlar həm də təhsil almaq vasitəsidir, mobil telefon dünya ilə sosiallaşmaq vasitəsidir. Yəni, mobil telefon bir dənə bir balaca bir qurğunu özümüzdən gəzdiririk. Tək sadəcə olaraq kiminsə kimlə, qohum əqrabası ilə münasibət qurmaq yox, eyni zamanda bu artıq iş yerinə çevrilir. Ona görə də bütün bu reallıqları mən qeyd etməkdə məqsədim ondan ibarətdir ki, doğrudan da dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda rəqəmsal reallıqlar artıq göz qabağındadır. Ölkədə bütün dövlət xidmətləri, yəni elektron xidmətlər, elektron hökumət xidmətləri, təhsildə və digər elmdə və digər sferalarda artıq rəqəmsal texnologiyalara çox geniş tətbiq olunur. Belə baxanda görürük ki, artıq o real məkanda olan cəmiyyət eyni zamanda da rəqəmsal platformaya inişas olunur. Yəni, cibimizdə Azərbaycan dövlətinin vətəndaşı pasportunu gəzdirməklə yanaşı eyni zamanda biz internet dünyanın özünün sakininə çevrilmişik biz. İnternet vasitəsilə bütün qaz pulun da, işıq pulun da, bütün xidmətləri də onun vasitəsilə keçiririk. Yəni, artıq vətəndaşın özü bir tərəfdən özü konstitusiyanın qarşısında, Azərbaycan dövlətinin qarşısında özünün hüquq və deyək ki, öhdəlikləri vardır. Digər tərəfdən də internet dünyasında hansı ki orada hələlik deyək ki, müəyyən bir hüquq sistemi yoxdur. Hansısa internet dünyasının özünün bir konstitusiyası yoxdur ki, insanlar həmin o hüquq sistemində deyək ki, müəyyən normalara əməl etsinlər. Ona görə də burada çox böyük problem yaranır dünya səviyyəsində ki, yəni sən öz ölkə vətəndaşı olursan, onun hüquqların qarşısında məsuliyyət daşıyırsan, etdiyin əməllərə görə cavab verirsən, amma internet dünyasında demək bütün bu əməllər hamısı sanki cəzasız qalır, bir cəngəllik qanunlarını xatırladır. Yəni cəngəllik kim güclüdürsə, kim qolu güclüdürsə, kimin imkanları çoxdursa, kimin süni intellektlə nə bilim hansısa imkanları çoxdursa, əlbəttə ki o artıq o sizin ki orada görürəm ki yazmısınız ki rəqəmsal müstəmləkəçilik elementləri hiss olunur. Əlbəttə ki bu var. Ona görə də artıq üzr istəyirəm, siz dediniz qolu güclü. Biraz dəyişiklik eləsək, burada artıq intellekti güclü olan sözünü işlətmək olar. Mən qolu güclü, yəni deyəndə onun iqtisadi gücü olsun, onun hərbi gücü olsun, onun süni intellekt gücü olsun, onun elmi güclü olsun, onun texnoloji güclü olsun. Yəni söhbət bundan gedir. Qolu güclü deyəndə burada metaforik mənada onu istifadə elədim. Ona görə də bütün bu reallıqları hamı dərk eləyir. Artıq dünyada bu internet platformasına fəaliyyət göstərən bütün ölkələr, yəni internetdən kənarda reallıq yoxdur. Ona görə də çox təəssüflər olsun ki, o dediyimiz o güclülər, intellekt güclülər, müəyyən resurslar güclülər başqa ölkələrə müəyyən problemlər yaradırlar. Ona görə dünya narahatdır. Dünya narahatdır. Dünya özü necə ki BMT yaranıbdır 1948-ci ildə, hansı zəruriyyətdə yaranıbdır siz bilirsiniz. İkinci Dünya müharibəsindən sonra yaranmış o zəruriyyət. İndi bu dəqiqə artıq internetin özünün bir BMT-sini yaratmaq istiqamətində bir iş aparırlar ki, internetdə gedən bu prosesi tənzimlənməlidir. Müəyyən qayda qanuna əməl olunmalıdır. Ölkələrin özünün müəyyən deyək ki, bu prosesin qarşısında öhdəliyi deyək ki, tamam dəqiq bilinməlidir. Çünki gizli deyil ki, internetin bu günlərin nəhəngləri hamısı bir ölkənin əlindədir və bir ölkənin konstitusiyasının əlindədir. Yəni, baxmayaraq ki, onlar internetdə bütün bu, belə deyək də, transmilli şirkətlərdir, big tech kompaniyalar deyirlər də, böyük texnologiyaların sahibləri hamısı bir ölkədədir. Ona görə də bütün internet, bütün ailəyə daxil olur, ölkələrə daxil olur və həmin o internet özü başqa bir ölkələrin əlində müəyyən bir silaha çevrilir. Onun bütün məlumatlarını ələ keçirir, orada gedən prosesləri nəzarətə götürür, həmin ölkədə gedən əhval-ruhiyyə, psixoloji müharibə elan eləyir, insanların beyni yuyulması ilə bağlı müəyyən işlər həyata keçirir.
İstənilən bank, maliyyə, iqtisadi məsələlər hamısı bir anın içində yox ola bilər. Bir anın içində sənin bütün dünyadan deyək ki, bank, maliyyə sistemlərinin hamısı təcrid oluna bilər. Ölkələrin kiber təhlükəsizliyi böyük bəlkə risklər qarşısında olur. Ona görə də bax son zamanlar bu rəqəmsal dünyada, virtual dünyada suverenlik məsələsi çox aktuallaşıbdır. Rəsmən, Təsadüfi deyil, üzr istəyirəm. Təsadüfi deyil ki, Avropa Birliyi özünü rəqəmsal suverenlik deyilən sənədini qəbul edibdir. Artıq Avropanın özü də narahatdır. Bəli, Avropanın özü də narahatdır. Baxmayaraq ki, indi bilirsiniz ki, dünyada qlobal təhlükəsizlik sisteminin özü də müəyyən çatlar veribdir. Həmin o çatlar eyni zamanda da o suverenlik məsələsində öz əksini tapır. Artıq dövlətlər öz resurslarını hansısa bir başqa bir bulut servislərində yerləşdirirlərsə, hansısa deyək ki, indi bu dəqiqə çox narahatdılar. Ona görə də son zamanlar o rəqəmsal suverenlik özü bir integral anlayışdır. Onun tərkibində data suverenlik var. Onun tərkibində kabellər, bu kommunikasiya suverenliyi var. Onun tərkibində proqram təminatı vasitələrinin suverenliyi var. Onun tərkibində çip suverenliyi var. Eyni zamanda informasiya kontentinin bəli, onun suverenliyi var. Yəni bu suverenlik, rəqəmsal suverenlik özü demək belə deyək də, onu mən belə 6 səviyyəli misal üçün belə bir şeylə göstərmək istəyirəm ki, onun platforması kommunikasiyadır. Ondan sonra onun şəbəkə infrastrukturu, ondan sonra kompüterlərin özüdür, onun keyfiyyətidir, onun parametridir. Ondan sonra gəlir bunun informasiya resurslarıdır. İnformasiya resurslarının bu internet mühitində virtuallaşmasıdır, qarşılıq münasibətlərin qurulmasıdır. Bütün bunlar olduğu halda süni intellekt gəlir. Süni intellektin özünün suverenliyi. Təsadüfi deyil ki, hal-hazırda həmin rəqəmsal suverenliyin əsas parametrlərindən biri də o süni intellektin, milli süni intellektin yaradılmasıdır. Nə deməkdir o? Onun özünün arxasında dayanır. Data özününki olmalıdır. Superkompüter özününki olmalıdır. Data mərkəzi özününki olmalıdır. Bütün bu deyilən bütün proseslərin hamısının kiber təhlükəsizliyi özününki olmalıdır. Ona görə də o rəqəmsal suverenlik məsələsi cənab prezident bu məsələlərdə demək həmişə öz münasibətini bildirir. O rəqəmsal suverenlik məsələsi demək məqsəddir. Onu təmin etmək üçün sizin də qeyd etdiyiniz kimi bu ilin fevral ayında Azərbaycanın yeni rəqəmsal arxitekturasından söhbət getdi. Cənab prezident müvafiq qurumların qarşısında, eyni zamanda alimlərin qarşısında məsələ qoydu ki, Azərbaycanda bu gün rəqəmsallaşma prosesi, rəqəmsal inkişaf elə bir həddə gəlib çatıbdır ki, artıq onun arxitekturasına yenidən baxmaq lazımdır. Onun dayaqlarına yaxşı demək, xüsusi münasibət bildirmək lazımdır. Ona görə də bax bizim institut, İnformasiya Texnologiya İnstitutu yeni rəqəmsal arxitekturun tələbləri nədən ibarət olmalıdır? Hansı dayaqların üstündə o dövlət qurulmalıdır? Rəqəmsal dövlətin özü ayrı-ayrı deyək ki, korporativ olan rəqəmsal mühitləri necə birləşdirəcək, necə onu koordinasiya edəcək, necə onu sinxronlaşdıracaq, necə onun suverenlik belə də, necə onun immunitetini artıracaq, necə onun immunitetini o suverenliyə qarşı, olan təhlükələrə qarşı təmin edir. Yəni bu mürəkkəb məsələdir, amma artıq mən hesab edirəm ki, cənab prezident müvafiq qurumların qarşısında vəzifə qoyubdur. Ölkədə həmin o yeni rəqəmsal arxitekturun özünün ümumiyyətlə formalaşdırılması, rəqəmsal dövlətin özünün həmin o suverenliyi hədəf götürərək onun yenidən qurulması, sizin dediyiniz kimi onun kadr təminatıdır, onun nə bilim mən ayrı-ayrı məsələlərdir, data resurslarının yaradılmasıdır, milli data ekosistemin formalaşdırılmasıdır, superkompüterlərin alınmasıdır, artıq bu istiqamətdə işlər gedir. Eyni zamanda da bir necə deyərlər, kanalın üstünə belə deyək ki, bağlanmaq olmaz, onu şaxələndirmək lazımdır. Məhz buna görə də Türk dilli dövlətlərin özünün o toplantısında o rəqəmsal suverenliyin özünün əsas komponentlərindən biri də o kanalların üzərində məsəl üçün onu şaxələndirmək, onu genişləndirmək, tək bir ölkəyə bağlanmaq olmaz, bir hansısa şirkətə bağlanmaq olmaz. Ona görə Türk dilli dövlətlərin özünün qarşısında bu rəqəmsal suverenlik məsələsi çox qatlı problemlərin həllinə yönəlmiş məsələlərdir. Rasim müəllim, mən heyrət içində qulaq asırdım sizə, çünki siz sadaladığınızın təxminən mən hesabladım ki, ən azı bir 16-17 yeni ixtisas tələb olunur Azərbaycanda. Bu sahələrin hər birinin yəni mütəxəssis olmalıdır. Hələ mən elə kobud saydım da, siz dedikcə mən sayırdım. Bəlkə də daha çox. O adlar var idi, adların hərəsinin arxasında ixtisaslar, kadrlar, dekanlar. Eləsi var ki, bir neçə. Bir neçə, əlbəttə. Çünki onun mühəndisliyi ilə bərabər onun digər tərəfləri də var. Onun özünün, hər bir pilləsinin özünün kadr bu suverenlik məsələsini biz ayrıca da müzakirə edəcəyik. Əslində, Rusiya bir model yaratdı, özünün rəqəmsal suverenliyinin. Bilməm, indi bu model işləyir, işləmir və Rusiya üçün işləyir, amma nə qədər keçərli. Yəni, ayrıca özünün hər bir şeyi ayrıca. Çinin bir modeli var,
suverenlik baxımından rəqəmsal. Əlbəttə Şimali Koreya versiyası da var, amma bu versiya deyil, orada tamam başqadır. Yəni mən düşünürəm ki, bunun da müqayisəli təhlilini eləyərik, amma icazə verirsə mən cənab Mohandan elə bunu soruşmaq istəyərdim. Rəqəmsallaşma dövründə təhsilin özü, bax görürsünüz neçə ixtisaslar deyildi və bu ixtisasların birdən-birə keçidi çox çətindir. Yeri gəlmişkən Bəxtiyar müəllim, biz rəqəmsallaşmadan danışırıq, amma hələ də ölkəmizdə distant təhsilin standartlarını qəbul edə bilməmişik və yaxud da 5-ci nəsil universitet anlayışını gətirə bilməmişik. Yəni bu özü artıq böyük problemdir. Mən düşünürəm sizlə bu ətrafda da danışacağıq. Amma istəyərdim cənab Mohan bizə bunu həm də danışsın ki, 5-ci nəsil universitet modeli nədir və ümumiyyətlə distant təhsil rəqəmsallaşma dövründə nələri və onun təhlükəsizlikləri necə qorunur? Ümumiyyətlə bu mexanizm necə işləyir? So, I will give you translation. What's great distant learning in modern education system? Distant teaching and distant learning about these topics to give a little bit information and how they can be secured. Yeah, thank you very much. This is a very good question. For distance learning, I think in my opinion, digital sovereignty is playing a very good role. For example, in the past, if we go in the past, there was no Internet of Things, and so that time it was a little bit hard to connect with teachers, share the information, and also we use paperwork that time. So it was not easy to collect data and share the data. But now with the digital sovereignty, it is helping for distance learning for many institutes. They are designing several programs in science and in technology, and especially in robotic science, artificial intelligence. And it is happening due to the digital sovereignty because they share their information, they share their data, they share through Internet of Things. And that is very important. For a national growth, it is very important that these Internet things help students to grow up. For students, they can join anytime. They can keep record of their video and information. They can listen again and translate and communicate. This is very important. And the digital sovereignty or Internet of Things for distance learning is, I think this is the basic tool. We can't deny that this is basic tool. Students, they can grow, they can learn by Internet of Things. For example, if I talk about robotic science, these days, various robotic platforms from low level to higher advanced levels, they have been designed and they are helping, they are translating language, they are translating information under a platform of Internet of Things, I think so, and it will help. It could not stop here so it must be grow. I think so. Most of students, they must focus how to plan Internet of Things. Most of students for distance learning, they must design that how could we bring new information, advanced technology, and every nation should design their own platform for this. İsmail bəy, bəlkə bu yerə qədər tərcümə edəsiniz, çünki sizin üçün də bir ağır olmasın, tamaşaçılarımız üçün də. Buyurun. Bəli, professorun sözünü kəsmək istəmədim ona görə. Aydındır, bəli. Əlbəttə ki, sinxron tərcümə ilə yox, aydındır, bəli, ümumi fikrini çalışacağam. Bugünkü dövrdə belə deyək, digital suverenlik təhsildə həqiqətən də böyük bir rol oynayır. Çünki biz əvvəllər daha çox kağız vərəqlər üzərində, belə deyək, paperwork üzərində işlərimizi görürdüksə, indi artıq biz texnologiyanı birləşdirdik. Biz əvvəl belə deyək, materialların yığılması, datanın olması və xeyli sayda kitabxana rəflərinin olması, eyni zamanda rəflərdən məlumatların çıxarılması, tələbələ ötürülməsi tələb olunursa, biz artıq onun məlumatları internet şəbəkəsindən istifadə edib, onu rahat şəkildə göndərə bilirik. Lakin bu bizdə digital suverenliyin əsas məqsədi, əsas rolu bizdə onu göstərir ki, biz bu proseslər zamanı, həmin məlumatları ötürən zamanı, həmin məlumatların digər bir üçüncü şəxsə, digər bir başlı şəxsə çatmamasının qarşısını alırıq. Əgər bu digital suverenlik qorunmursa, yəni belə deyək, tam şəkildə nəzarət olunmursa, biz artıq öz məlumatlarımızı üçüncü şəxsə çatdırmaqla, belə deyək, hər hansı ki prosesdə iştirak eləməyən, öz biliyimizi digər bir plagiatizm şəklində formalaşmasına şərait yaradırıq. Eyni zamanda, əsas bu digital suverenlikdə, məsələn, suverenlikdə əsas oynayanlarda
robot texnologiyalarından söhbət gedə bilər. Çünki robot texnologiyalarında bu məlumatların formalaşdırılması, robotların idarə edilməsində həqiqətən də onlar hamısı bütün data mərkəzindən istifadə olunur, idarə olunur. Həmin data mərkəzinə giriş nə qədər məhdud, nə qədər özümüzə güvənli şəkildə tərtib olunarsa, biz daha çox rahat, daha çox təhsili konseptual edə bilərik. İstəyirsinizsə, İsmail müəllim, mən istəyəcəm, bir neçə sualım yarandı. Çünki əslində mən gözləyirdim ki, siz kağızla, qələmlə yox, o tərcümə işində indi ağıllı eynəklər belə var. Ağıllı hətta cihazlar da var. Yəni biz ona o dövrü mən təsəvvür elədim. Düşündüm ki, Portuqaliyada artıq ondan istifadə edirlər, amma hələ də kağız işləyirsə, demək, ən etibarlı sayılır kağız. Bu da önəmli bir məsələdir. Mən müzakirəmizi davam etdirəcəm və sizdən də xahiş edəcəm ki, ümumiyyətlə, baxın, Lisabon Universiteti həm elmin, təhsilin mərkəzi olduğu qədər də Avropanın əsas yerlərindən biridir və orada bu model necə işləyir? Çünki Avropa ölkələrinin internet suverenliyi ilə bağlı həm də bir qanun var Avropa İttifaqının və bu necə işləyir? Bunun mexanizmini də bir sizinlə müzakirə edeyim, reklamdan sonra. Davam edək müzakirəmizi. Mənim elə sualım bizim Portuqaliyalı qonaqlarımızadır. İsmail bəy, bəlkə siz də bu məsələyə aydınlıq gətirəsiniz. Çünki önəmli məsələdir. Yeni dövrün, bax bu rəqəmsal dövrün əlbəttə ki, yeni təhsil prinsipləri də olmalıdır ki, bax o mütəxəssislər harada yetişəcək və necə yetişəcək? Yəni doğrudan biz o kağız qələmlə rəqəmsal suverenliyi təmin edəcək mütəxəssisləri yetişdirə biləcəyik. Yoxsa nə edək? Və 5-ci nəsil universitet nədir bu model olaraq? Təşəkkür edirəm müəllim. İlk olaraq fikrimi bilmək istəyirəm. Əlbəttə ki, o dediyiniz eynəklər bizdə var və eyni zamanda hal-hazırda e-translator vasitəsilə avtomatik bütün mətni tərcümə edib kontekst götürən, yəni elə kompüter sistemlərimiz də var. Çünki bizdəki Lisbonda ofisdə elə bir şəraitimiz var. Sadəcə olaraq belə deyək, professor da bir təklif edir ki, bəlkə bu variantı işlədək. Daha doğrusu təklif olundu ki, efir artıq özləri avtomatik tərcümə edəcək, yoxsa yox. Dedim, yox, efirdə avtomatik tərcümə yoxdur, elə tool-la olmayacaq. Ona görə də biz də məsləhət gördük ki, əgər efirdə yoxsa birbaşa məlumatın sızmaması üçün, çünki biz Zoom vasitəsilə hal-hazırda biz danışıq edirik. Çünki biz belə deyək, hansı bir xarici şəbəkə ilə məlumatımızı sizinlə paylaşırıq. Daha da sızmaması üçün belə bir qərara gəldik ki, əgər digital suverenlikdən söhbət gedirsə, datanın tam qorunmasından söhbət gedirsə və hal-hazırda biz üçüncü bir platformadan istifadə edib çıxışımızı bildirdiksə, ona görə də Loracında desək də ola qaydasından davam eləməyə daha məsələ uyğun bilir. Mən əslində başqa şey gözləyirdim. Elə bildim deyəcəksiniz ki, Azərbaycan dilini dəstəkləmək dərəcəsinə əmin deyildik. Çünki biz bu böyük problemlə üzləşirik. Bütün translatelərdə Azərbaycan dilinin dəstəklənməsində çox ciddi problemlər var və buna hamımız üzləşirik. Mən düşündüm yəqin bu səbəbdən. Amma hər halda, bax, distant təhsil dövrünü biz danışırıq. Düzdür, hələ Azərbaycanda bu məsələnin tətbiqi yoxdur, amma dünya buna keçib. Bax, burada necə qorunur dediyiniz məsələlər və ümumiyyətlə burada dil faktoru da var, adətlər faktoru da var və o cümlədən rəqəmsal təhsildə, digital və yaxud da distant təhsildə suverenliyin qorunması mümkün olacaqmı? Buyurun İsmail müəllim. Əlbəttə ki, distant təhsildə suverenliyin qorunması maksimum dərəcədə qaydalar, qanunlar çərçivəsində formalaşa bilər. Məsələn, Avropada bu belə deyək, dövlət idarəçiliyi sayəsində yox, daha çox bütün belə deyək, təhsilin formalaşması olsun, istər insanların hüquqları olsun, hamısı müəyyən qanunlar və qaydalar çərçivəsində tərtib olunur. Və həmin insanlar da əgər ona öz razılığını verirsə, onun informasiyası digər sistemdə paylaşa bilir. Eyni zamanda təhsili də idarə edəndə də, məsələn, bir Avropa Universiteti, digər Avropa Universiteti ilə əlaqədədirsə və ikilik diplom proqramını tərtib edirlərsə, eyni zamanda tələbələrin hər semestr ərzində digər universitetə getməsi, gəlməsi böyük xəst tələb edildiyindən bu zaman distant təhsilə keçirlər. Və distant təhsilə keçən zaman onlar arasında məlumatların paylaşdırılması, məlumatların iki təhsil universiteti tərəfindən yalnız onlar tərəfindən istifadə olması əsasında müqavilə hazırlanır və müqavilə imzalanır. Əgər hər iki universitet bu şəkildə razıdırsa və distant təhsildarı olmasa razıdırsa, bütün professorlar tərəfindən hazırlanmış dokumentlərin digər bir şəxsə keçməyinə icazə verilməyəcəksə, bu zaman həmin təhsil davam etdirilir. Bir sözlə, yəni qanun, qayda çərçivəsində hər şey öz idarəsinin altına alınır və hər bir universitetdə ora qol çəkən zamanda rektorlar, direktorlar müəyyən məsuliyyəti özlərinə götürdüklərini qəbul edirlər. Əks halda yəni bu penaltı, yəni belə bir cəriməyə gətirib çıxaracaqdır. Çünki hər hansı bir professorun hamı yaxşı bilir ki, hər hansı bir məlumatı hazırlanması və onun dərslik səviyyəsinə gətirməsi xeyli müddət tələb edir və eyni zamanda bunun üçün
xeyli miqdarda məbləğ də sərf olunur. Əgər bu hazır dərslik üçüncü bir şəxsə heç bir iş görmədən, heç bir müqavilə yaxud məbləğ qarşısında veriləcəksə, bu avtomatik, yəni belə deyək, o professorun və yaxud da ki, universitetin gördüyü ki, tamamilə boş eləyəcəkdir. Ona görə də hər bir universitetin burada öz daxili serveri var. Öz daxili serverinə qıraqdan hər hansı bir e-mail gələndə, şübhəli maili, avtomatik həmin server o maili tutur. Yəni o mailin gəlib sizin kontekstə, gəlin ki, sizin e-mailinizə çatmağınızın qarşısını alır. Məsələn, mənim öz e-mailimdə, məsələn, Technicol'un e-mailində elə olur ki, məsələn, ildə harca 100, 300, 400 belə maillər gəlir ki, o maillər mənə gəlib çatmır və onun haqqında mənə bir məlumat verirlər ki, belə kontekstli maillər gəlir, information gəlir ki, belə deyək, bu mailin bu serverə girməsinə diqqəti qadağan icazə yoxdur, ona görə sizə gəlib çatır. Yəni, bu şəkildə qanunlar, qaydalar və öz serverləri şəkildə istifadə olunsa universitetdə distant təhsil çox əhəmiyyətli, çox uğurlu bir modeldir. Çünki insanların bir yerdən digər yerə köçmə etməsi və yaxud digər yerdə şəraitdə, digər adət-ənənə ilə formalaşmasındansa daha yaxşı olar ki, professorun ona dedikləri məlumat əsasında öz ölkəsində, öz yerində, belə deyək, o təhsili mənimsəyib, yəni öz adət-ənənəsindən də qıraq qalmır, belə deyək, öz milli dəyərlərini də uzata qalmır, sadəcə elmi dəyərlərini, bilimini inkişaf elətdirir. Maraqlıdır. Biz indi bu məsələyə də toxunacaq. Avropada ümumiyyətlə suverenlik, informasiya suverenliyi, rəqəmsal suverenlik qanununun tənzimlənməsi mexanizmlərini. Amma bu dediyi, İsmail müəllimin dediyi məsələlər ki var, bizim universitetlər üçün biraz know-howdur da hələ ki. Hələ ki biz bu informasiyanın özünü analiz eləməmişik. Yoxsa eləmişik və yaxud da bunu tətbiq edənlər var. Ümumiyyətlə, niyə biz buna keçə bilmirik? Yaxşı sualdır etməliyim, niyə biz buna keçə bilmirik? İllərdir bu sualı mən özümə də verirəm, təhsil idarəçilərinə də verirəm. Niyə biz keçə bilmirik? Məsəl üçün, bu yaxınlarda Təhsil Nazirimiz Cənab Əmrullayevin bir çıxışında bəzi kənd məktəblərində və ya tələbə sayı, şagird sayı az olan məktəblərdə distant təhsilə keçiləcəyi barəsində məlumatlar vardı. Bunun tətbiq barəsində artıq proyekt hazırlandığı deyildi. Amma bu günlərin biz respublika olaraq və ya həmin Təhsil Nazirliyi olaraq xaricdə distant təhsil alan tələbənin diplomunu tanımırıq. Yəni, özümüz distant təhsilə keçmək istəyirik, amma hələ xaricdəki distant təhsili tanımırıq. Mən sualı vermək istəyirəm. Məsələn, illərdir məni düşündürən suallar var. Fiziki məhdudiyyətli bir şəxsdir. Biraz öncə cənab professorun, akademikin sözündə deyir ki, yeni ixtisaslara ehtiyacımız var və bu ixtisasların çoxu Azərbaycanda yoxdur. Yəni, fiziksel əngəlli bir insandır, süni intellekt mühəndisliyi oxumaq istəyir və ya süni intellekt psixologiyası oxumaq istəyir və bu fiziksel əngəllidir, xaricə gedib oxuya bilmir. Bu distant təhsil almaq istəyir və bunun diplomunu da dövlət tanımır. Ya, mən sual vermək istəyirəm Təhsil Nazirinə ki, bu tələbə xaricdə necə təhsil alacaq? Ya, bunu kim təmin eləyəcək? Və ya iş adamıdır, bakalavr pilləsindən məzun olub, magistratura pilləsindən məzun olub, Azərbaycanda işləyir, dövlət qurumunda, dövlətinə xidmət eləyir, amma təhsilində davam elətdirmişdir. Bu adam niyə distant təhsil ala bilmir? Bu adam niyə onlayn təhsil ala bilmir? Niyə bunun önünü biz kəsirik? Yəni, bu bizə nə vəd verir? Ki, onlayn təhsil almağı gedib təhsil almağından daha yaxşıdır. Çünki gedərkən ölkədən müəyyən bir büdcə gedir. Yəni, ortalama hesabla hər bir xaricə gedən tələbənin ortalama büdcəsi 10.000 dollar deyir ki, ildə 10.000 dollarlıq büdcə aparır. Özündən xaricə aparır. Biz bunu axı qarşısını ala bilərik. Yəni, biz niyə tanımırıq? Və ya dünya buna gedir. 5-ci nəsil universitet sistemləri deyirik. Bu günlərim artıq bir professorun 45 dəqiqə, 90 dəqiqədə universitetdə dediyi mühazirənin çox daha fazlasına bir dəqiqə içərisində telefonda ulaşa bilirsən bu məlumata. Yəni, artıq dövr dəyişir, təhsil sistemi dəyişir. 5-ci nəsil universitetə keçir. Universitetlər öz müasir təhsil sistemlərinin onlaynə keçirir. Amma biz, buraxın keçməyi, bunun qarşısını almaq üçün də mübarizə aparırıq ki, biz belə təhsil verən qurumları da tanımırıq. Səbəb əsas nə gətirilir?
Əsas bilmirəm, yəni bizimkilər düşünür ki, uzaqdan alınan təhsil keyfiyyətli təhsil deyil. Amma dünyanın ən yaxşı universitetləri uzaqdan təhsil verir, onlayn təhsil verir. Reyting sıralamanında çox üst düzeydə olan. Məsələn, mən sual vermək istəyirəm. Bir business administration, yəni oxuyacaq bir tələbə uzaqdan niyə oxuya bilmir ki bunu? Və ya yazılım mühəndisliğini öyrənəcək bir tələbə texnologiya dövründə niyə uzaqdan oxuya bilmir bunu? Yəni, Baxın, və ya uzaqdan oxumasının, onun diplomunu tanınmamasında nə kimi əhəmiyyətli rol oynayır? Yəni səbəb nədir? Yəni mən istəyirəm, mən Təhsil Nazirliyindən nümayəndə gəlsin, bu sualları onlara verim. Təhsildə Keyfiyyət Agentliyindən nümayəndə gəlsin. Mən sual verim, niyə tanımaq istəmirik? Səbəb nədir? Yəni bu günlərin universitetlər artıq VR gözlüyü sistemlərində sanal siniflər, sinif otaqları düzəldərək təhsil sistemi qurmağın peşindədir ki, biz gələcəyin təhsili belə olacaq. Çünki insanlar artıq getmək istəmir, zaman xərcləmək istəmir, yolda vaxt itirmək istəmir, əlavə xərc çəkmək istəmir. Adam xaricdə təhsil almaq istəyir, deyir ki, mən gedib orada kiraya pul verəcəm, mənim gediş-dönüş biletim var, yaşam xərcim var. Mən bunları xərcləyənə qədər ölkəmdə oturub, o xaricdəki yüksək təhsili alıb ölkəmə də xidmət eləyəcəm. Bəli. Amma biz bunun bir açarını da axtarmalıyıq əslində. Mən niyə görə dedim? Baxın, Rasim müəllim bizim hörmətli alimimiz, akademikimiz böyük bir instituta rəhbərlik edir və bu institut illərdir bu sahədə işləyir. Artıq Elm və Təhsil Nazirliyinə də inteqrasiya olunubdur və bu prosesdə də önəmlidir. Baxın, bu sual yaranır. Siz dediyiniz o ixtisaslar və peşələrin hər biri bir sıfırdan kimisə öyrədincə artıq müəyyən bilikləri olan sistemin ixtisas artırmanı onlayn və yaxud da distant yolla həyata keçirilməsi daha rahat olar. Sizcə biz niyə bu keçiddə tərəddüd edirik? Yəqin ki, bunun bir əsasları var. Bilmirəm, indi siz bu barədə nə düşünürsünüz? Mən cavab verə bilərəm ki, onunla bağlı. Əlbəttə ki, distant tədris qəbul olunur bütün dünyada. Azərbaycanın da artıq distant iş yerləri məsələsi ortaya çıxdı. Bilirsiniz ki, Əmək Məcəlləsində artıq qeyd olunur ki, distantda işləmək olar. Yəni, ölkəmizdə aparılan bütün bu işlər, həyata keçirilən siyasət, bütün bu distantı qəbul edirik. Yəni, onu inkar eləmir. İstər təhsil olsun, istər xidmətlər olsun, istər hansısa biletlərin sifarişi olsun. Yəni, artıq Azərbaycanda onlayn xidmətlər adiləşibdir. Distant tədrisə gəldikdə, bunun özü çox geniş bir sosial bir, belə deyək ki, mühiti əhatə edir. Yəni, bütün ailələri, bütün insanları. Yəni, distant təhsil olması üçün gərək hər bir ailənin özünün kompüteri olmalı idi. İndi şükürlər olsun ki, bu günlər o problem yoxdur. Bir 5-10 il bundan öncə, yəni hamının kompüteri yoxdur. Burada belə sosial, belə deyək ki, fərq yaranırdı. Eyni zamanda internetin sürəti o səviyyədə deyildir ki, sən məsəl üçün o servisləri, xidmətləri alasan, nə bilim, hansısa biliyi əldə eləyəsən. Bu ikinci məsələ idi. Üçüncü məsələ həmin o dərs alanların, o deyək ki, təhsil alanların özlərinin belə deyək ki, identifikasiyası məsələsi problem altındaydı ki, bu odur, o deyil. Yəni bu sualın cavablarını o verir, o vermir. Bu tapşırıqları o icra edir, o icra etmir kimi suallar var idi ki, yəni o fərdlərin özünün identifikasiya problemləri. Mən addım-addım gəlirəm nə üçün Azərbaycanda bu distant tədrisin özü müəyyən qədər belə deyək ki, o inkişaf etmiş ölkələrdən geri qalır deyəndə o təbii olan söhbətlərdir. Ona görə də demək ki, yavaş-yavaş deyək də, bu tədris materiallarının özləri, yəni ənənəvi olaraq universitetlərdə olan o tədris resursları, tədris kontentlərinin özləri də distant tədrisin özünün pedaqoji qaydalarına əməl olunmalıdır. O materiallar elə şəkildə olmalıdır ki, onun distant təhsil vasitə tədris eləyə biləsən, proqramları verəsən, o tapşırıqları verəsən, cavabını alasan, istənilən anda. İndi süni intellekt gəlib ki, artıq müəllimin əvəzinə o süni intellekt deyək ki, robotlar o işi görürlər. Orada olan münasibətlərdir. Yəni, distant təhsilin əsas fəlsəfəsi ondan ibarətdir ki, fərdiləşdirmə təhsildən söhbət gedir. Yəni, sən o istənilən vaxt o təhsili ala bilərsən. Burada qeyd olunduğu kimi, inklüziv təhsildən söhbət gedir. Distant tədris inklüziv təhsil problemini həll eləyir. Yəni, fərz eləyək ki, hərəkət məhdudiyyəti var, fərz eləyək ki, hansısa müəyyən problemləri var, o normal
gedib universitetlərdə və yaxud da ki, orta məktəbdə gedib dərs ala bilmir. Bu distant tədris məsələsi cəmiyyətin ümumiyyətlə inklüzivlik məsələsini həll eləyir. Ona görə də ölkəmizdə güman eləyirəm ki, həmin o distant təhsilin özünün kontentindədir problem. Bu günləri onun internetində, bu günləri onun internetə çıxış surətində, bu günləri kompüterləşdirmədə, bu günləri mobil telefonlarda o problem yoxdur. Artıq şükürlər olsun ki, son illərdə aparılan siyasətin nəticəsi ondan ibarətdir ki, distant təhsil üçün normal rəqəmsal platforma formalaşıbdır. Bugün sizinlə bizim müzakirə etdiyimiz məsələ onun kontenti necə qurulmalıdır, onu necə yaradılmalıdır, o ixtisaslar üzrə onları biz necə məsəl üçün həm ölkədə, həm də kənardan gətirməliyik, onu Azərbaycana uyğunlaşdırmalıyıq, lokallaşdırmalıyıq və s. Ona görə də güman edirəm ki, müvafiq qurumlar bu istiqamətdə düşünür və müəyyən işlər aparırlar. Yəni, bu proses özü artıq o həddə gəlib çatıb ki, zəruriyyətdir, bəli, zəruriyyətdir. Açıq deyək ki, bir çox məsələlərdə siz sözün əsl mənasında öndə olmusunuz, yəni pioner kimi bütün informasiya texnologiyalarına. Düşünürəm ki, bu işdə də bizim hər birimizə kömək eləyəcək. Çünki distant təhsil üzərindən biz həm də ixtisas artırmanı həyata keçirməliyik, həm də bir çox başqa post təhsil mərhələlərini və bu məsələdə də sizin də bir həqiqətən nüfuzlu və avtoritar belə bir nəzərə alsaq ki, nüfuzunuz var və bu mənada keçərlidir sözünüz. Bizə bu məsələdə bir lobbiçilik eləməyinizi xahiş eləyəcək. Çünki önəmli bir məsələdir, gələcəyimiz üçün də önəmli məsələdir. Bizim studiyamızda Milli Məclisin deputatı Rizvan müəllim də iştirak edir. Rizvan Nəbiyev, xoş gördük Rizvan müəllim sizi. Biz burada çox fərqli bir, həm də Lissabondan bizə bağlantımız var. İki böyük, yəni bu sahənin alimləri cənab Mohan və İsmail Qarazadə. Eyni zamanda Rizvan müəllimin özü ilə biz bir neçə gün öncə məhz rəqəmsal suverenlik və onun siyasi tərəflərini müzakirə edirik. Rasim müəllim bayaq çox mühüm bir mərhələyə gəldi, çatdı ki, Avropada bu artıq qanunvericilik şəklində öz həllini tapıb və sonra mən də bir sual kimi verdim ki, Çin də, Rusiya da qismən özünün rəqəmsal suverenliyi həyata keçirmək üçün bir model təklif edib. Amma bizim təklif edəcəyimiz Azərbaycanın bu modeli necə olacaq və ümumiyyətlə gəlin etiraf eləyək ki, artıq neft, enerji və yaxud da silah erasından daha çox rəqəmsal silah erasına daxil oluruq. Bax, bu mənada, bu arxitekturada Azərbaycanın rəqəmsal arxitekturası necə olacaq və rəqəmsal arxitekturada bax, o rəqəmsal suverenliyin əsasları necə olacaq sizcə? Təşəkkür edirəm, hörmətli Elçin müəllim. Studiyadakı qonaqlarımızı da, bizə Lissabondan qoşulan qonaqlarımızı da salamlayıram. Həqiqətən biz çox aktual bir məsələni müzakirə edirik, hansı ki, onun bugün resept bir cavabı yoxdur. Çünki bu proses özü transformasiyadadır və beynəlxalq birlik, ayrı-ayrı üzv dövlətlər, hətta ayrı-ayrı birliklər formasında deyək ki, Avropa İttifaqıdır, Afrika İttifaqıdır. Bu çağırışlar qarşısında bu və ya digər, necə deyirlər, müddətli cavab və yaxud da ki, hansısa məsələyə yönəlik deməli, cavab üzərində işləyir müəyyən təcrübələr var. Bu mənada bizim regionda isə bu məsələnin ümumiyyətlə yeni olmasını biz qəbul etməliyik və biz sizinlə ilk dəfə bunu müzakirə edəndə cənab prezidentin Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi samitində Türkistanda bunu səsləndirməsi digital suverenlik, o çıxışında çox mühüm bir məqamı vurğuladı və biz orada necə deyək, yola çıxaraq artıq daha əhatəli məsələyə yanaşmaq istəyirik. Burada gəlin əvvəlcə siz qeyd etdiyiniz siyasi məsələlər, eyni zamanda hüquqi məqamlar var. Əvvəlcə suverenlikdən başlayaq ki, bu suverenliyin hüquqi tərəfləri nədir və İlk dəfə dövlətlərin suverenliyi anlayışı klassik mənada 17-ci əsrə gedib çıxır. Vestfaliya müqavilələri 1648-ci il Vestfaliya sülhündə müasir deməli suverenliyə yaxın bir formada dövlətlərin belə deyək də bir-birinin daxili işlərinə qarışmaması, müharibələrdən əl çəkməsi və s. bu məsələlər gündəmə gəldi və bu suverenliyin ilkin əlamətləri kimi beynəlxalq hüquq ədəbiyyatına da qəbul olunur və ümumiyyətlə suverenliyin tarixi, necə deyirlər, müasir formaya ən çox yaxın olması Vestfaliya müqavilələrindən 1648-də başlayır. Sonrakı mərhələdə bu müəyyən qədər özünü doğrulur, yenə müharibələr başlayır və 1815-ci il Viyana konqresində artıq bu daha necə deyərlər, belə özünü doğrultmuş formada dövlətlər tərəfindən qəbul olunur və sonraki dövrdə Birinci Dünya müharibəsinə qədər elə böyük müharibələr qeydə alınmır. Deyək ki, ondan əvvəl 100 illik müharibə, nə bilim, 30 illik müharibə və s. Yəni bu onu göstərir ki, artıq suverenlik dövlətlər arasında bu və ya digər formada o lokal necə deyirlər, müharibələr istisna olmaqla geniş hərbi əməliyyatların qarşısını ala bilir. Çünki artıq bu müəyyən mənada həm daxili idarə etməyə təsir edir, xüsusilə dövlətlər arası münasibətlərə. Təbii ki, biz danışırıq 200-300 il bundan əvvəl məsələləri, bu BMT nizamnaməsi yox, münasibətlər tam başqa cür tənzimlənir. Amma məsələnin mahiyyəti, xüsusilə suverenlik 1945-ci il BMT nizamnaməsinin qəbulundan sonra
artıq təsbit olunan prinsiplər burada özünü birmənalı göstərir. Məsələn, BMT Nizamnaməsinin 2-ci maddəsində dövlətlərin suveren bərabərliyindən danışır. Bəli. Dövlətlərin suveren bərabərliyi ilə bağlı təsəvvür edin, bu cümlə ilə bağlı, məsələn, Almaniyada doktorluq dissertasiyaları var. Dövlətlərin suveren bərabərliyinin ayrı-ayrı sahələrə tətbiq olunması, beynəlxalq münasibətlər sisteminə tətbiq olunmasının əsasında necə deyirlər, qalaq-qalaq elmi əsərlər yazılıb, bunun əsasında da ki, qanunvericiliyə təkliflər verilir və s. Bu mənada, deməli, suveren bərabərlik, bu artıq dövlətlər arası münasibətlərdə nələri özündə etv edir? Daxili işlərə qarışmama, sərhədlərin qarşılıqlı tanınması və sərhədlərə müdaxilə etməmə, bu məsələlər deməli, bir 30 il müddətində, hansı ki, ATƏT-in deməli, Helsinki Yekun Aktı qəbul olunana qədər, o vaxtda ATƏM idi. Burada daha 92-ci il. Tamamilə doğrudur. Burada deməli, o 75-ci 1 sentyabrda artıq təsdiqini tapdı və o proses başlamışdı 3 il əvvəl. Bəli, proses uzun müddət, çünki orada Almaniya məsələsi var idi. Xüsusilə iki Alman dövlətinin mövcudiyyəti və hər ikisinin suverenliyi üzərində təkid eləməsi bir çıxış modeli kimi o dialoq və onun əsasında siyasi dialoq, sizin dediyiniz məsələ, bunun hüquqi əsasının formalaşması, bu artıq özünü doğrultdu soyuq müharibə dövrünə gördü, SSR-nin dağılmasına qədər də bu və digər şəkildə həmin o suveren bərabərlik prinsipi, dinc yanaşı yaşama, daxili işlərə qarışmama, sonra sərhədlərin tanınması və s. bu özünü bu və digər şəkildə göstərdi. Amma bugünkü dövrdə, xüsusilə SSR dağılır, soyuq müharibə başa çatır, yəni bu iki qütblü dünya yenə suveren bərabərlik və qarşılıqlı olaraq dövlətlərin suverenliyinin tanınması və s. bu özünü göstərir və biz gəlin hazır ki, o transformasiya, deməli bizim həyatımıza digitallaşma sürətlə başlayır həyatımızın bütün sahəsinə sirayət eləməyə və artıq biz hörmətli həmkarlarımıza təhsillə bağlı ayrı-ayrı məqamları işləyir. Bu təhsil yeganə sahə deyil, bu səhiyyədən tutmuş, dövlətlərarası münasibətlərdə hər bir sahəyə təsir edir və özünə yeni çağırışlar gətirir. Hansı ki, bu çağırışlara birmənalı cavab yoxdur. Misal üçün, Avropanın qəbul etdiyi Budapeşt konvensiyası var, kiber təhlükəsizlik məsələlərinə və Rasmən siz onu nəzərdə tuturdunuz, hə? Yoxsa Budapeşt konvensiyası. Yoxsa Yox, ayrı da var. Ayrıca da. Suverenlik Avropa İttifaqının informasiya suverenliyi. Hə, o artıq tamam başlayır. Bu ümumi qəbul olmuş o Budapeşt konvensiyası, hətta Avropa konvensiyası olsa da digər dövlətlər üçün də açıqdır. Belə bir təcrübə var ki, üçün də dediyi belə. Aha. Bu konvensiya Avropa Birliyi üçün. Avropa Birliyi üçün. və beynəlxalq birliyin hətta digər dövlətlərin qoşulması üçün bu konvensiya açıqdır və orada ilk dəfə bu məsələlərin tənzimlənməsi bu və ya digər şəkildə öz əksini tapdı və BMT isə kiber təhlükəsizliklə bağlı. Deməli, Hanoyda bir il əvvəl 2024-cü dekabrında qəbul olunmuşdu. Açıq elan olundu, deməli, imzalanmağa və biz də ilk imzalayan dövlətlərdən və səhv etmirəmsə biz ilk ratifikasiya edən dövlət olduq. Ötən il dekabrında Milli Məclisdə biz ratifikasiya elədik. Burada bəlli sayda dövlətlər, səhv etmirəmsə ən azı 40 dövlət onu ratifikasiya eləməlidir ki, bu qüvvəyə minsin. Deməli, bununla bağlı biz görürük ki, beynəlxalq səviyyədə məsələn, dövlətin suverenliyi nəyə əhatə edir? Onun quru sərhədləri çərçivəsindəki ərazisini, həmin quru sərhədləri çərçivəsi üzərindəki hava məkanını, kosmos istisnadır. Kosmos haqqında ayrıca konvensiya var, çünki ümumi istifadədədir. Su ilə bağlı dəniz konvensiyası var. 82-ci ildə biz Hörmüzlə bağlı dəfələrlə məsələyə toxunduq. Burada dövlətlərin deməli o 12 millik ərazi suları məsələsini müəyyən edir. Biz misal üçün Xəzər konvensiyasını 2018-ci ildə qəbul edəndə Xəzərin spesifikliyini nəzərə alaraq həm dəniz, həm göl olması, biz birbaşa konvensiyanı tətbiq eləmədik. Bundan da götürdük. Burada artıq dövlətlərin 15 millik deməli, suveren ərazisi qəbul olunur, suverenliyin qəbul olunur. Həmin o dəniz məkanından yanaşı, onun üzərindəki hava məkanı da. Bəli. Bundan sonra isə balıqçılıq zonası gəlir. Mesela burada artıq suverenliklə bağlı, bu da balıqçılıq zonasında dövlətin iqtisadi xüsusilə suverenliyi qəbul olunur və s. Sonra isə açıq su zonasıdır. Açıq su zonası isə ümumi istifadədədir. Misal üçün, buradan artıq təkcə həmin o dövlət deyil, Rusiyada neytral sular kimi istifadə olunur. Görürsünüz, indi isə biz məkanın, kiber məkanın suverenliyi məsələsi. Bunun hələ ki, necə deyirlər, birmənalı o dənizçilik konvensiyası haqqında konvensiya bu yoxdur ki, beynəlxalq səviyyədə tənzimlənsin. Çünki bu proses gedir, ayrı regional, belə deyək də, regional qəbul olunmuş hansısa qərarlar var, sənədlər var. Üzr istəyirəm, bax elə o yaxşı məqama gəldiniz. Rasim müəllim bizə çox maraqlı bir şey dedi ki, necə ki BMT yarandı və bir çox şeyləri tənzimlədi, artıq rəqəmsal dünyanın da bir BMT-si olmalıdır. İndi belə bir sual verim. Siz bayaq dediniz ki, orada 5-ci maddədə yazıb ki, dövlətlər bir-birinin suverenliyini
hörmət eləməlidir. İkinci maddədə suveren bərabərlik. Üzr istəyirəm, ikinci maddədə. Amma elə Təhlükəsizlik Şurasının üzvləri birinci o maddəni pozurlar. İndi ona görə də bax bu informasiya texnologiyalarının bir suverenliyi haqqında belə bir BMT yaransa, oranın TŞ üzvləri nəyi pozacaq? Bax burada və bax bu çox böyük risklərdir. Burada özdə pozmaq daha asandır. Rasim müəllimin dediyi kontekst ümumiyyətlə asandır. Rasim müəllim nəsə demək istəyirdiniz bununla bağlı? Demək istəyirəm bununla bağlı. Mən təşəkkür edirəm hörmətli deputatımıza. Burada demək, birincisi onu mən qeyd etmək istəyirəm ki, bu suverenlik məsələsini demək, siyasi nöqteyi nəzərdən izahını verdi hörmətli deputatımız Rizvan müəllim. Bəzən görürsən ki, suverenliyi biraz daha da dərinə aparırlar. Bir şəxsə, bir ailəyə, bir şəxsə mənsub olan datanın qorunmasına da suverenlik sözünü demək olar. Amma güman edirəm ki, o uğursuzdur. Uğursuzdur. Çünki Azərbaycanda bu günləri və ümumiyyətlə dünyanın əksər ölkələrində suverenlik siyasi ideoloji nöqteyi nəzərdən qəbul olunur ki, dövlətlərin kibir suverenliyi, rəqəmsal suverenliyi və s. və ilaxıra. Ona görə də demək ki, ölkəmizdə biz kiminsə, hansısa qurumun, hansısa təşkilatın, hansısa nə bilim mən tibb olsun, iqtisadiyyat olsun, maliyyə olsun, bank olsun, bunların suverenliyi sözünü yox, onun kibir təhlükəsinin təmin olunmasından söhbət gedir. Çünki nəticə etibarilə onların hamısı yığışır, ölkənin özünün rəqəmsal suverenliyini təmin edir. Bəli, dövlətin suverenliyini söhbət gedir. Bəli, orada onun biraz konstitusiyon tərəfləri var ki, artıq bugünkü reallıq, virtual məkanlar, real məkan artıq bir-birinə qarışır. Çünki real məkanda nə varsa hamısı rəqəmsal platformanın üzərindədir. Və rəqəmsal platform baxmayaraq ki, fizikidir, baxmayaraq ki, data serverdir, amma onun içki məlumatı hamısı virtual məkandır. Ona görə də bu günləri real məkanla virtual məkan arasındakı sərhədlər də aradan qalxır. Ona görə də hüquq, yəni konstitusiya real məkanda olan o prosesləri nəzarət eləyir, virtual məkana keçə bilmir. Çünki virtual məkanın özü ayrıca qurulubdur, ayrıca bir arxitekturadır, ayrıca bir internetdir. Hətta onun sərhədlərini müəyyən etməsi çətinliyi var. Milli sərhədləri keçir, data və s. Burada bu dəqiqə 2010-cu illərin əvvəllərindən başlayaraq artıq böyük narahatlıqlar ortaya çıxmağa başladı. İlk dəfə Çin, Rusiya, başqa ölkələr bununla bağlı narahatçılıqları bildirmək istədilər ki, nəyə görə bütün bu şirkətlər, o dediyimiz transmilli şirkətlər, Google kimi, nə bilim mən başqa bu domenləri idarə edən təşkilatlar filanlar hamısı yığışıb bir ölkədə, bir ölkənin konstitusiyasının qarşısında ötəri daşıyırlar və bütün bu belə deyək ki, internetdə olan bu xaotiklik, internetdə olan bütün bu narahatlıqlar müəyyən şirkətlərə və müəyyən qruplara böyük milyardlarla pul gətirir. Yəni bu qarışıqlıq, o necə deyirlər, belə bir söz var ya, o bulanın suda balığı tutmaq asandır. Ona görə də bu günləri dünyada bu suverenlik məsələsi ondan əziyyət çəkən ölkələr tərəfindən aktuallaşdırılır. Kim ondan pul qazanırsa, kim ondan hansısa belə milyardlar qazanır, heç narahat deyirlər. Heç onlar maraqlı da deyirlər. Heç onu tənzimləməyə də maraqlı deyirlər. Hətta dünya səviyyəsində bununla bağlı keçirilən o beynəlxalq konferanslarda da sözlərini belə deyək ki, həmin o qərarları bloklayırlar ki, yox, onlar lazım deyil, nəyə lazımdır, ayən. Amma həmin o dediyimiz dünyada o narahat olan ölkələr deyirlər ki, BMT-yə bənzər, həmin o şirkətlərin özlərinin gəlin, çıxardağın BMT-yə məsələn bir tənzimləyici şuru olsun, sözümüzü deyə bilək, bütün bu problemləri həll eləyə bilək. Və bununla bağlı müəyyən demək yanaşmalar vardır. Özdəki bu bayaqları qeyd etdiyim kimi bu suverenliyin özünün belə deyək ki də ayrı layları var, ayrı qatları var. Hansı səviyyədə suverenlikdən söhbət gedir? Hansı səviyyədən söhbət gedir? İndi nəzərə alsaq ki, bunun kökündə nə dayanır? Bütün bu rəqəmsal suverenliyin kökündə nə dayanır? Nadir torpaq elementləri kimin əlindədirsə, o da o suverenliyi diktə eləyir. Dünyanın nadir torpaq elementlərinin bir təxminən 60%-i Çindədir. Yəni ona görə də belə emalının da 90%. Nəyin? Emalın 90%. Sənayesi də 90%-ə qədər Çindədir. Ona görə də Amerika Birləşmiş Ştatlarının resursları, təbii o nadir elementləri, nadir torpaq elementləri Çininkindən belə 20 dəfə azdır. 20 dəfə azdır. Yəni demək istəyirəm ki, bunun özünün kökündə dərinə gedəndə nadir torpaq elementləri son zamanlar görürsünüz ki, bu istiqamətdə böyük narahatlıqlar var Ukraynada, Çində və Tayvanda və s. Bu demək çox ciddi məsələdir. İkinci məsələ rəqəmsal platforma, rəqəmsal ümumiyyətlə infrastrukturun özünün kökündə enerji dayanır. Yəni əvvəlki cəmiyyətlərdən, aqrar cəmiyyətdən, sənaye cəmiyyətdən fərqli olaraq bunu sən kabelini çəkərsən, o yoxdur.
o rəqəmsal suverenlik yoxdur. Yəni bir nömrəli faktor ki, burada enerji suverenliyindən söhbət gedir. Enerjisi olan dövlətin rəqəmsal suverenliyindən danışmaq olar. Enerjisi olmayandan sonra sən hansı rəqəmsal suverenliyindən söhbət edə bilərsən? Əgər sənin enerjin yoxsa, elektrik enerjin yoxsa, sənin kompüterin işləmirsə, sənin mobil telefonun batareykasında enerji doldurmağa yerin yoxsa, hansı suverenliyindən söhbət gedə bilər? Ona görə də bu günləri qlobal enerji təhlükəsizliyi sistemi bütün bu dediyimiz bu rəqəmsal suverenlik kimi arzuların özünün deməyə əsasında dayanır. Ölkəmizdə də bu aparılan bu işlər, bax bu enerji təhlükəsizliyi ilə bağlı aparılan söhbətlər, alternativ enerji, nə bilim mən küləkdir, sonra nədir? Günəşdir və s. kimi yerdən enerji almağı və Orta Asiya ilə bizim maraqlarımızın kəsişməsinin kökündə də platformasında bu enerji maraqları dayanır. O məsələ həll olunduğu halda sən dünyada suverenlikdən danışa bilərsən. Ondan sonra gəlir əlbəttə ki, ayrı-ayrı səviyyədə olan söhbətlər var ki, bu kabel kimdir, hansı kabeldən söhbət gedir, hansı data mərkəzindən söhbət gedir, hansı cloud xidmətlərdən söhbət gedir, hansı superkompüterdən söhbət gedir. Burada bir xüsusi qeyd etmək istəyirəm ki, bu günlərə mütləq suverenlikdən danışmaq mümkün deyil. Əlbəttə. Hər şeyi sənin özündən ala biləcək, yarada bilməzsən. Sən dünyanın bir hissəsisən. Burada texnoloji suverenlik məsələsinin mahiyyətini ondan ibarət olur ki, sən, yəni ki, hansısa bir ölkə o riskləri yaxşı idarə edə bilsin, minimallaşdıra bilsin. Söhbət ondan gedir. Yəni bu günləri biz nə Intel kimi hansısa bir prosesoru istehsal edən deyilik. Bu günləri Nvidia kimi hansısa o GPU-ları, qrafik prosesoru istehsal edən deyilik. Amma dünyada olan rəqabətli sistemdə elə bir strategiya həyata keçirməkdən söhbət gedir ki, çətin anlarda pis vəziyyət düşməyəsən. Onu anlamaq lazımdır. Onu diversifikasiya, şaxələndirmək lazımdır. Onu necə deyərlər, ehtiyatlandırmaq lazımdır. Kritik hansı infrastruktur var ki, hansı cəmiyyətin özünün həyat fəaliyyətini təmin edir. Biz bu məsələni davam onların özünün əsasını qurmaq lazımdır. Yenə bir neçə məsələni dediniz. Mən elə indi cənab Mohana istəyərəm bu sualı ünvanlayım və reklamdan sonra bu sualın cavabını alım. Əslində Çində, biz Çin haqqında danışdıq və Portuqaliyanın özündə informasiya təhlükəsizliyi və informasiyanın qurulması, rəqəmsallaşma mərhələsi nə yerdədir və bu deyilən problemlərin həlli üçün orada nə addımlar edilir və sözsüz ki, nadir elementlər və nadir metallardan da danışacağım reklamdan sonra. Davam edəyim müzakirəmizi. Reklam öncəsi mən cənab Mohana sualımı verdim və indi əlbəttə ki, cavabını xahiş edəcəm. Buyurun. Yeah, if you talk Texniki deyəsən problem yarandı. Yəqin ki, indi o texniki problemi biz həll edirik. Bəxtəməm, əslində məsələnin təbii ki, o mahiyyəti məsələnin bir tərəfidir, amma bizim hörmətli Rizvan müəllim də dedi, Rasim də bayaq dedi, yeni ixtisaslar, yeni tələblər, əlbəttə ki, Azərbaycanda da ixtisas yenilənməsi gedəcək. Amma təəssüf ki, bizim bir çox, hər dəfə mən ixtisasların təsnifatına baxıram, görürəm ki, bu yenilənmə prosesində, xüsusən də ali təhsildə və sonraki pillələrdə də çox ləng gedir və ümumiyyətlə, sanki bir proseslərdən biz geridə qalma hiss edirik. Bunun səbəbləri nədir və bizdə hansı ixtisaslar lazımdır, amma yoxdur? Və yaxud da bunun təhsili olmalıdır, amma yoxdur? Baxın, əslində yeni nəsil, 5-ci nəsil universitetlərində bir özəlliyi də budur. Məsələn, əvvəllər hal-hazırda olan bəzi ölkələrdə, məsələn, Türkiyədə, Azərbaycanda bu problem var. Dövlətdən akkreditasiya alırlar və dövlətin müəyyən qaydaları var. O qaydalardan kənara çıxa bilmirlər. Məsəl üçün, deyək ki, Azərbaycanda hər hansı bir universitet, bugün Bakı Dövlət Universiteti deyək, nə bilim, Neft Akademiyası deyək və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yeni adıyla yeni sistemi keçmək istəsə belə bürokratik əngəllər var, qanunlar var. Nazirlər Kabinetinin müvafiq qərarı və s. bir proses. Bəli, keçə bilmirlər. Əslində 5-ci nəsil universitetdə beynəlxalq akkreditasiyaya sahib, yəni dövlət akkreditasiyası deyil, beynəlxalq akkreditasiyaya sahib və öz qanunları ilə inkişaf eləyə biləndir. Məsələn, yəni universitet beynəlxalq akkreditasiyaya sahibdir. Sahibdir və öz bizdə var elə akkreditasiya almış universitet. Var. Bizdə də var, amma bizdə dövlət akkreditasiyası olduğu üçün də yenə o qərarları tək başına verə bilmir. Hətta beynəlxalq akkreditasiyası olan universitet tək başına qərarı verə bilmir. Çünki dövlət akkreditasiyası var və dövlətə bağlıdır. O qərarı vermək üçün, yəni bu günlərin Bakı Dövlət Universiteti mən onlayn təhsilə keçirəm deyə bilməz. Yəni bu qərarı alınmalıdır. Bəs onun muxtariyyəti onda hara getdi? Muxtariyyəti yoxdur da, elə məsələ budur. Müasir təhsil sistemində muxtariyyət olmalıdır. Universitet qərar verməyi bacarmalıdır. Özünü inkişaf elətdirməyi bacarmalıdır.
məsələn Türkiyədə bu problem var. Məsələn Türkiyədə onlayn təhsil sisteminə keçənmir. Var, onlarda distant təhsil var, amma çox ixtisasların onlayn təhsil verməsin. Orada yüksək öyrətim qurumu var. Yəni Aydındır, bəli. Kısıtlayır. Yəni qaydalar qoyub keçidə Səbəb nə göstərirlər onlar? Ya burada səbəb yoxdur. Yəni əvvəldən yazılır. Məsələn bizdə niyə tanınmır distant təhsil? Təhsil haqqında qanun var. Qanunda distant təhsilə yer verilməyib deyə bəhanə edirlər ki, təhsil haqqında qanun dəyişməlidir. Hal-hazırda onun üzərində Milli Məclisdə iş gedir, bildiyim qədərilə. Dəyişməlidir, dəyişdikdən sonra qəbul ediləcək. Yəni qanun imkan vermir hal-hazırda tanınmaya. Bəlkə də Nazirliyin işçiləri bunun tanınmasının tərəfdarıdır, amma hal-hazırda mövcud qanuna görə tanıya bilmirlər. Və ya onlayn təhsil. Onlayn təhsil yeni təhsildir. Məsələn, bizim təhsil haqqında qanun qəbul edildiyində onlayn təhsil yox idi. İndi onlayn təhsil var, amma bunu universitetlər özləri müstəqil qərar verib onlayn təhsilə keçə bilmirlər. Amma Bəxtiyar müəllim, başqa bir məsələ də var. Yeri gəlmişkən bizim deyəsən bağlantımız bərpa olundu. İndi bu suala cavab istəyəcəm. Amma bir məsələ, bax dediyimiz o ixtisaslar, yeni ixtisaslar var və bizim ona hazırlığımız məsələsi var. Və indi xaricdə təhsilə gedən uşaqların çoxusu məhz o yeni ixtisasları əldə etmək istəyirlər. Yəni klassik kimya, klassik fizika, klassik nə bilim, hətta informatikanın klassikası artıq yoxdur. Çünki elə şaxələnib, elə bölünübdür ki, indi açıq etiraf edək ki, biz hələ də fəlsəfə keçirik. Halbuki dünyada artıq sinergetika və kulturologiya elmlərinə bölünübdür. Yəni biz o yeniliklərin sanki açıq deyilik. Bu sözləri deyəndə də qəribə qəbul edirlər. Keçə bilmirik də. Niyə? Məsələn, universitetin müstəqilliyi yoxdur. Universitet yeni ixtisas aça bilmir. Yəni bu açmaq üçün müəyyən prosedurlar var. Bu prosedura bir təşəbbüs varmı? Bu da önəmlidir. Yox, o da yoxdur. Misal üçün, hansı ixtisaslar var ki, bir top 10-luq deyin ki, Azərbaycanda yoxdur və bizim uşaqlar ona görə xaricə gedir. Kapital gedir, beyin axını gedir. Məsələn, süni intellekt mühəndisliyi. Buyurun. Bayaqdan Rasim müəllimin dediyi. Blockchain engineering. Davam edin. Davam edin, biz sizi gözləyirik. Süni intellekt psixologiyası. Gələcəyin ixtisaslarda bu günlərim hüquq sahəsində məsələn süni intellektə keçmək istəyirlər bəzi dövlətlər, amma müəyyən problem var. Nə problem var? Süni intellektin bir insan haqqında verdiyi qərar nə qədər doğru ola bilər. Bəli. Və bunun üçün ixtisas yaradıblar ki, o süni intellektin qərar vermə zamanı psixologiyasını təhlil eləsin. Hansı psixologiya ilə qərar verəcək? Bəli. Vəziyyətə görə fərqli qərar verə biləcəkmi, yoxsa stabil qərarları verəcək? Məsələn, qanunvericiliyi. Və artıq Azərbaycandan buna müraciət edən uşaqlarımız var. Yəni abituriyentlərimiz var ki, istəyirlər bu ixtisasları qazansınlar. İstəyib gedə bilməyən də var. Aydındır, amma hər halda istək varsa, demək bunu reallığa çevirməliyik. İstək deyil, bu gələcəyin reallığıdır. Yəni bu istəyib istəməməkdən ötürü biz bura keçməliyik. Yəni gələcək bizi 10 ildən sonra bu gözləyir. 15 ildən sonra bu gözləyir. Ən geci deyirəm. Yəni bu günlərim mən uşaq olanda 1-ci sinifdə oxuyanda Sehirli Xalat filmindəki görüntülü danışıq möcüzə kimi görünürdüsə, indi hər kəsin əlində. İndi sizin o yaşda olan uşaq artıq ondan istifadə edir. Yəni bu reallıqdır. İcazə verirsə Rasim müəllim, mən sizə mütləq söz verəcəm, amma cənab Mohanın bayaq sözü yarımçıq qaldı. Daha doğrusu heç başlaya da bilmədi. Buyursun. Please continue. Thank you very much. If we talk about digital growth, it can be explained in 4 ways. First is the right-based model. When this kind of model is working, just like right-based model is development of a product. And for example, China is doing the same. And in the universities, in institutes, in their labs, laboratories, they are designing some new models of digital, so AI or robotic. Then they have security-based model, like they protect their data. They protect their data and they don't save this data on another platform. For example, they have their own platforms. For example, for navigation, they have their Baidu and they have their own map, they have their own search engines. So this helps them a lot to protect their data. And the main concept is they're market driven. Just once they have a product in or small innovation lab, in their lab some innovation model, then they connect with the industries. And that product, that small model, that small innovation goes to the industry and then they produce. They produce in huge amount and then they spread around the world. You can see most of models, digital models or
products or robotic sciences coming from China. So they're helping their own economy, students. First model, the rights, they protect their rights, licensing, they have their licensing, everything, they design in lab. For example, I visited in China several times. I stayed in Shenzhen. That is the Silicon Valley. We call it Silicon Valley of China. Shenzhen, they produce semiconductor devices, small chips. Every screen we are using, every product and every rights of innovation rights, patents, they do in their universities, then they apply to the market. And then if we talk about both for the hybrid model, this goes to the industries and they spread around the world. I think so. This is the best model. And also they have very special lab, semiconductor devices, digital sovereignty or internet things are directly related to the semiconductor chip devices, and those chip devices are produced in China, and China is full of resources, just like rare earth metals we talk about. This is very, very important for development of the chip, and they have special technique. We are working, I am also working in Portugal, some semiconductor device development, we call it patterning of materials. So we are working in the next levels. So we are connecting this technology rights, we protect our rights and connect with the industries, and then they help in the products. For example, if we talk about Portugal is developing new high-tech models, new high-tech parks, so it will help in the future. So I think so. So it starts with the university labs, institutes labs, they produce scientists, they produce new technology, and they protect their rights because they have own platform, and these rights are converted, these patents are converted into the industrial models, prototype devices, and some big devices, and then it boom the economy and help the development. İsmail müəllim, istəyərəm təbii ki, tərcüməni də eləyəsiniz, sən də öz fikirlərinizi əlavə eləyəsiniz. Hər halda çox ciddi bir məqam var, onu da mən bir daha sizdən soruşacağım, çünki biraz mənim üçün qaranlıq qaldı. Buyurun. İlk öncə bir qısa məlumat verim ki, Professor Bilic həm elmi tədqiqatları həm Çində aparır, həm Tayvanda, həm də eyni zamanda Portuqaliyada davam edir. Bizim də laboratoriya ilə birlikdə sıx əməkdaşlıqları var və eyni zamanda bizdən də gediş-gəliş və bu istiqamətdə tədqiqatlar aparılır. Daha çox postdoktor Çində elədiyindən ümumiyyətlə Çinin oradakı inkişaf strategiyasına daha çox yaxından bələddir və verdiyim məlumatlara görə əsasən də belə deyək, sinkron yox, belə deyək, qlobal əmin tərcüməni komplektləşdirərək hörmətli akademimiz Rasim Əliquliyevin bildirdiyi kimi orada xeyli miqdarda nadir metallar var ki, və hazırda ki, o nadir metallar sayəsində də onlar çip texnologiyalarını günü-gündən istifadəsini zənginləşdirirlər. Eyni zamanda bir bölgə dedik ki, Shenzhen bölgəsi, hansı ki biz onu bir Silicon Valley adlandırırıq, yəni Amerikada üçün, sadəcə o da Çinin Silicon Valley-sidir və orada bu istiqamətdə böyük işlər görülür, texnoloji parklar günü-gündən belə deyək, daha zəngin materiallar sintez eləməyə, daha yüksək texnoloji çiplər sintez eləməyə üçün çalışırlar və əsas da bu nadir metallar iminli bunlara üstünlük verir ki, daha belə yüksək texnoloji çiplər istifadə eləsinlər. Eyni zamanda Çin data suverenliyini qorumaq üçün öz tərtib proqramlarını tərtib edirlər. Məsələn, onlarda aydın məsələ hamımız bildiyimiz kimi WhatsApp, Google heç biri orada aktiv deyil, ora girmək üçün öz tətbiqləri var. Rusiya da bunu eləyibdi. Bəli. Məsələn, bunu bildirdik. Çünki biz Çindəki professorla onlar üzrə görüşəndə biz artıq WeChat-dan istifadə edirik və yaxud da digər taksi proqramları oraya gedəndə onun öz taksi proqramları. Hər şey belə deyil, özününkidir. Yəni, nə Instagrama ehtiyacları var, nə Facebooka ehtiyacları var, nə Zoom-a ehtiyacları var, nə Google ehtiyacları var. Hər şey öz datalarındadır, öz data mərkəzlərindədir və əsas da bir mövqeyini daha da gücləndirmək istəyirəm ki, özləri o həmin data mərkəzini saxlayan çipləri məhz özləri istehsal edir. Aha, yəni, Tayvandan almırlar bunu. Əgər bu materialı özləri istehsal eləyib, özləri bunu zənginləşdirirlərsə, avtomatik onlar öz datasını daha suveren edirlər. Çünki biz bilmirik ki, digər bir çip səviyyəsindəki suverenlik, bayaq Rasim müəllimin toxunduğu məsələ. O fikirlə əsasən daha da belə deyək, əlavə deyərdim ki, eləmək istərdim ki, çünki həqiqətən o çipin içərisində bizdə yəni əlavə başqa bir nəsə məlumat ötürən bir texnologiya varmı, yoxsa yoxdur, biz onu araşdıra bilməyəcəyik.
Çünki bizim enerji, yəni bu ölkə özünü niyə daha çox idarə etməkdə sərbəstdir? Öz enerjisini özü istehsal edir, datasını özü mərkəzləşdirir, datasını özü idarə edir, datasını mərkəzləşdirmək üçün idarə etdiyi sistemləri özü sintez edir və özü formalaşdırır. Onda belə demək olarmı? Çin rəqəmsal suverenliyi var. Tam yox. Tam yox. Yox. O internetin tərkib hissəsi daxil. İnternetin tərkib hissəsi olduğu üçün artıq o məqamda maraqlıdır. Mütləqdən söhbət Mütləq təbii ki. 100% ola bilməz. Və İsmail müəllim, doğrudanmı o nadir metallar o qədər nadirdir? Yoxsa bunun da biraz PR tərəfidir o nadir məsələsi? Nadir deyəndə belə deyək, nadir metalları daha da dediksə, məsələn, kimya tərəfindən desək, yəni nadir niyə nadir deyirik? Belə deyək, o tapılan metalları həmin müəyyən bir ölkələr var ki, həmin ölkələrdə o resurslar var. Yəni ona görə bir hissədən biz ona nadir deyirik. Yəni həmin o hissənin çoxluğu Azərbaycanda yoxdursa, məsələn, digər bir ölkədə var. Yəni az sayda belə deyək, kütlə tərəfdən tapılması. Yəni elə də nadir deyil də, axtarsaq çox yerdən çıxar. Yox, elə deyil. Çox yerdən çıxa bilər deyəndə ki, çıxmaya da bilər. Məsələn, ona qalsa belə deyək, Amerika Birləşmiş Ştatları bu gün niyə məsələn özünün elektrik maşınlarının daha ucuz Çinə rəqabətli satılmasında niyə uduzur? Çünki litiumu yoxdur. Ona görə alternativ işlər görürlər. İsmail müəllim, Avstraliyanın varıdır da, düzdürmü? Avstraliyanın varıdır. İkinci yerdədir dünyada. Portuqaliyanın varıdır, bəli. Avstraliyanın. Varıdır, bəli. Vardı. Bəs Avstraliya uğrunda niyə dava getmir? Bax, belə pis çıxmasın, bunu soruşmaq. Dava eləmək istəsələr necə eləyəcəklər? Orada belədir də, orada dünyanın siyasətini elə qurulub ki, deyilən şərtləri qəbul etmirsənsə, yəni iqtisadi maraq var orada, hərbi güc var, intellektual potensial var, strategiya var, gələcək var, perspektiv var. Bunun hamısını hesablayırlar ki, bu dövlət dünyanın ən aparıcı dövlətinə çevrilir. Ona görə hədəfdə odur. O da özünü qoruyur. Demək, bu nadir metallar bir bəhanədir. Bəhanə deyil, strateji vasitədir. Siz Elçin, o nadir metalların da 938 növündən söhbət gedir. O 9 növü hər yerdə var. Yox, əksinə NATO, Avropa İttifaqında çox çatışmamazlıqla üzləşir. Xüsusilə bax, kosmik sənayədən tutmuş aviasiya, telefon. Bu Çindən gəlir 60-90% dedikdə. Kanadada var, Avstraliyada var. Özbəkistan, Qazaxıstanda da var. Bəlkə uranın emalı yoxdur. Onun emalı ona görə Çində vaxtından olub ki, o ətraf mühitə çox ciddi ziyan vururdu. Və Çin bunu qəbul edib, o infrastruktur artıq yaranıb və bazarda da mövqeyini tutub. Məsələn, Almaniyada da aşkar elədilər. Onların növləri var da, Germaniya və s. Onun emalı üçün harasa bir 10-15 il müddət tələb olunur infrastrukturun yaradılması. Ətraf mühitlə bağlı çoxlu standartlar dəyişdilər ki, bu faktiki Avropa İttifaqının qaydalarını, Alman qaydalarına qəbul edilməzdir. Maliyyə xərcləri, sonra əməyin ödənilməsi məsələləri və s. Doğrudan ona görə, yoxsa hamı bilir ki, bu nadir metallara bu dərəcədə ehtiyac var və dinamik şəkildə artır. Əlavələrə o investisiyanı qoyarlar. Hansısa formada eləyirlər. Yəni diversifikasiya üçün tam asılılığı müəyyən qədər azaltmaq, amma onu əvəz etmək, yəni Çinin o hegemon mövqeyini, yəni bu mümkün olmadı. Və Avropa İttifaqının da məsəl üçün Mərkəzi Asiya strategiyası dəfələrlə danışmışıq. Bax bunun üzərində qurulur. Birləşmiş Ştatların strategiyası bunun üzərində qurulub. Bu mənada ki, onların o G5+1 debatı var ha. Yekun sənəd qəbul edilər. Sizcə Mərkəzi Asiya razılaşacaqmı o ekoloji şərtlərlə? Bilirsiniz nətər? Mərkəzi Asiyada ki, Qazaxıstanın böyük bir ərazisi var. Orada bir şey demirəm, təbii ki, müəyyən şeylər bilirik ki, Sovet dövrü, biz hamımız oxumuşuq Çingiz Aytmatovun əsərini, məhz Baykonura görə Qazaxstanın hansı ekoloji problemləri oldu? Yəni orada atom nüvə sınaqları keçirildi və s. İndi də növbəti poligona bunu mu çevirmək istəyirlər nadir metallara görə? Nə qədər miqdarda, hansı standartlarla? Təbii ki, bunların hər biri artıq danışıq mövzusudur, razılaşma mövzusudur. Məsələn, bugün Birləşmiş Ştatların 100-ə yaxın şirkəti Qazaxıstanda xüsusilə digitallaşma sahəsində fəaliyyətdədir və Qazaxıstan təsadüfi olaraq Türk Dövlətləri Təşkilatının mövzunu qoymamışdır və regionda ən aparıcı mövqelərdən bəlkə də faktiki regionda birinci mövqedədirlər və onların qoyduğu investisiyalarda 10 milyardları aşır və planlaşma var. Baxın, bayaq Rasim müəllim də toxundu bir məsələyə. 70-ci illərdə deyilir 7 bacı şirkət iqtisadiyyat sahəsində. Bunlar nə idi? Siemens və s. digərləri. Bugün o şirkətlərdən əsər-əlamət yoxdur. O mənada ki, digitallaşma sahəsində Google-dur, Amazon-dur
və digərləri Nvidia-dır. bəli, və burada yalnız rəqabət aparan bir Çin şirkəti Tenetdir. Huawei çox müəyyən mənada, Alibaba çox arxada. Yəni o top 10-luqda, məsəl üçün 1-2 il bundan əvvəl olan deməli məlumatdır. 8-i Birləşmiş Ştatlar şirkəti idi. Avropa şirkətləri ümumiyyətlə o siyahıya düşə bilmirlər. Və bir şey deyim, məsəl üçün New Yorkda, New York birjasında DAX var. Almaniyanın 30 seçilmiş şirkəti, bax, Deutsche Bankdır. Bəli. Nə bilim Commerzbankdır, Daimler-Benzdir, Porsche, filan Commerzbank, aparıcıdır Siemens, kimləri tanıyırıqsa aparıcı şirkətlər o DAX-da ümumi paya malikdir də. Və onlar da Almaniyanın ümumi iqtisadi gücünü göstərir. Həmin Amerikanın 5 şirkəti, onların gəlirdə Apple, Google, Amazon və s. o DAX-dan çoxdur. Siz təsəvvür edin də görün hansı sürətlə digitallaşma bazarda o payı götürür. O klassik şirkətləri də sıxışdırır. O şirkətlər geri getmir. Onların da bazarda pay var, inkişaf. Amma sadəcə o digitallaşma ilə ayaqlaşma məsələsi iqtisadi bazarda və onun gətirdiyi milyardlar, 10 milyardlar təbii ki, bu da Amerikanın dominantlığını təmin edir. Burada hüquqi məqamlar çıxır. O hüquqi məqamlar ki, bax toxunurduq. Dedi ki, məsələn, suverenliyin daxili bir də xarici suverenliyə bölürlər. Xarici suverenlikdə də məsəl üçün bu əsasən dövlət nəyə qərar verir? Xarici suverenlik məlum iqtisadi bloka qoşulsun, iqtisadi hərbi bloka qoşulsun, konvensiyaya qoşulsun, özü prinsipial siyasət aparsın. Daxili siyasətdə aydındır. Dövlətin konstitusiyası tətbiq olunur, hüquq orqanlarına məhdudiyyət yoxdur və s. Amma indi bu kiber suverenlik məsələsinə, bu kiber məkanın sərhədlərinə daxil olmaq, bax, bunun özü sual doğurur ki, misal üçün, A dövləti öz ərazisindən deyil, B dövlətinin ərazisində başqa bir dövlətə müdaxiləni eləyir. Çünki burada artıq o kiber məkan olduğundan o mənbənin müəyyənləşdirilməsi çətinliyi var. Bəli. Sonra da onunla mübarizə. Misal üçün, o bayaq dediyim konvensiya var, BMT-nin. Kiber cinayətkarlıqla mübarizə haqqında konvensiya. Hansı ki, dövlətlər yavaş-yavaş qoşulur, ratifikasiya edir. Orada mühüm məqamlardan biri hüquqi mübarizədə dəlillərin, hüquqi dəlillərin, sübutların onların ötürülməsidir. Məsəl üçün, bəzi Avropa dövlətləri bunu qəbul eləmir ki, bu insan hüquqlarına bağlı çox sayılı suallar ortaya çıxardır. İndi haqlı, haqsız, amma bu məqamlar var və bununla bağlı sualları var. Ona görə, məsəl üçün, Avropa İttifaqının həmkarlar onu demişlər, o ümumi data müdafiəsi haqqında qaydalar var. Bu konvensiyada qaydalar bu Avropa İttifaqına aiddir. Çox sərt qaydalardır, xüsusilə şəxsin məlumatının qorunması. Çox sərt Avropa İttifaqında, bəlkə də nümunəvi bu suverenliyi təmin edə biləcək sənəddirmi? Bilirsiniz, şəxslə bağlı, hə. Amma Avropa İttifaqının bu Avropa İttifaqının ümumi yox. Bax, o məqam bizim üçün maraqlıdır və bunu mən həm də mənim bir sualım yarandı nadir metallarla bağlı, icazə verirsə biz reklamlara baxaq, reklamlardan sonra İsmail müəllim sizlə danışacaq. Davam edək müzakirəmizi. İsmail müəllim, baxın, burada bir mərhələyə gəlib çatdıq və məncə mühümdür. Mən soruşdum, dediniz, Portuqaliyanın da var nadir metalları, amma özü istehsal edirmi sualı var. Çünki söylənildi ki, onun istehsalı və ümumiyyətlə sənaye şəklinə gətirilməsi özü ekoloji bir fəlakət yaradır. Çində bu ekoloji fəlakət yaradıbmı? Bunu cənab Mohan da cavab verə bilər əlbəttə. Siz də cavab verə bilərsiniz. İkinci bir tərəfdən biz indi Türkistan dövlətlərinin, yəni Mərkəzi Asiyada bax, bunun istehsalı başlayarsa, bu hansı ekoloji problemlər yarada bilərmi? Və yaxud da elə bu özü bir BMT demək deyilmi? Tutaq ki, biz bayaq söylədi bizim hörmətli Rasim müəllim, əsas mərkəz Amerikadadır, bunun nadir elementləri Çindədir, bunun çipi Tayvandadır və bununla da əslində səlahiyyətləri bölüşdürür, yoxsa yox? Deməli ki, mən əvvəl nəyə qeyd etmək istərdim? Əlbəttə ki, Avropa olsun, istəyir Çin olsun, istəyir Hindistan, istəyir Braziliya, bunların hər birində əlbəttə ki, nadir elementlər var. Məsələn, Çindən biz danışırıqsa, Çində özündə 44 milyon varsa, Braziliyada 22 milyon. Sadəcə olaraq Çin kimi Braziliya onu istehsal eləyir, həmin belə deyək, istehlakı satdıra bilmir. İkinci bir məsələ nədən ibarətdir? Əlbəttə ki, Portuqaliyada nadir metallar var, digər Avropa ölkələrində də həmçinin. Sadəcə olaraq bəhq qeyd etdiyim kimi, Avropada müəyyən sərt qanunlar var ki, hörmətli Rizvan müəllim dediyi içində, General Data Protection Regulations-da belə deyək. Həmin qanunlar var ki, ümumiyyətlə, o data sisteminin qorunması və eyni zamanda ümumiyyətlə, hər hansı bir zavodun tikilməsi, orada bir istehsalın başlanması, həmin metalın əldə edilməsi, xeyli regulyasiyalar var ki, onlardan keçməlidir. Məsələn, istəyir Çin olsun, istəyir Hindistan olsun. Bu dəqiqəyə kimya sənayesində ən çox istehsal edən, ən çox satış edən iki ölkədir. Amma digər tərəfdən də bir təhlükəli ondan ibarətdir ki, ekoloji sistemə ən çox ziyan vuran ölkələrdən biri də məhz onlardır.
Bunu Çin də qəbul edir, Hindistan da qəbul edir və bunu dünyada da belə deyək, dünyada xəritəsində baxsaq biz karbon dioksidin artımı ilə, inkişafı ilə baxsaq biz görəcəyik ki, həqiqətən də ki, bu hissələrdə bu inkişaf daha da güclüdür. Yəni artım ekoloji cəhətdən keçirilmə daha da güclüdür. Yəni bir tərəfdən belə deyək də, digər o nadir metalların axtarılmasını bəlkə də müəyyən dünyada bütün ölkələrdə, bəlkə də müəyyən hissələrdə həqiqətən də onu axtarıb tapılmasını belə deyək, daha çox istehlaka gətirilməsini təşkil etmək olar. Lakin bu axtarış üçün bu sensorların tətbiqi, belə deyək, o axtarışa maliyyənin ayrılması, o axtarışa tələb olunan vaxtın itirilməsi, yəni buna hər bir ölkədə gedə bilmir və eyni zamanda həmin o axtarışlar eləmək üçün həmin texnologiyalara malik deyil. İsmail müəllim, bir sual da yarandı. Bu da mənə maraqlıdır. Buna cənab Mohan da cavab verə bilər, siz də cavab verə bilərsiniz. Bax, bu biz indi deyirik ki, təbiəti qorumaq üçün, karbon emissiyasını azaltmaq üçün biz batareya və elektrik maşınlarına və s. keçək. Onda sual yaranır ki, bax, bu elektriklə işləyən batareyaların hazırlanması, emalı, istismarı və sonra utilizasiyası təbiətə daha çox ziyan vurur, ekologiyaya, yoxsa karbon emissiyası? Buna mən belə deyək, mənim həmişə bu suala bir cavabım bir formaldır. Çünki həm də karbon qazı üzrə ekspertəm, yəni onun emissiyasının azaldılması üçün, onun utilizasiyası üçün. Belə deyək, istənilən avtomobillər, belə deyək, benzinlə və yaxud da ki, dizel işləyən mühərriki olan avtomobillər özləri, belə deyək, enerjiya çevrilmək üçün həmin o dizeli və yaxud da ki, benzini yanması hesabına enerji əldə olunur. Və bu zamanda karbon qazının tullantısı olur. Hər bir maşında da belə deyək, belə bir funksiya var ki, katalitik sistem var, katalizator deyirik. Həmin bu tullantı qazları çevirir və tullantının miqdarını azaldır. Bir növ belə deyək, biz əgər həqiqətən bateriya sisteminə keçəndə avtomobillər üçün biz hər bir maşına nəzarət eləmirik, hər bir avtomobilə nəzarət eləmirik. Çünki biz hər bir avtomobilin katalizatorunun düzgün yoxlanmasını, düzgün işlənməsini yoxlaya bilmərik. Bunun nə qədər qanunda tətbiq olunsa, istəyir Avropa olsun, istəyir Avropa olsun, dünyanın istənilən ölkəsində buna tam tənzimləmək olunur. Amma ki, həmin enerjini əldə etmək üçün əgər bir yanacaqdan, resursdan istifadə olunan bir zavodda həmin istehsal olunarsa, karbon qazının emissiyasını biz tam formalaşdıra bilərik. Belə ki, yəni təsəvvür edək ki, bir avtomobilin enerjisinin əldə olunması üçün təxmini deyək də, belə deyək, 10 litr benzin tələb olunursa və ondan enerji alaraq, məsələn, müəyyən bir 100 km getdisə, bunu bateriyaya vurulan enerjini əvəz edə bilərik və 10 litr yanacağı biz fabrikdə yandırıb, karbon qazını həmin orada da yerindəcə zərərsizləşdirə bilərik. Çünki bizim orada katalitik çevrilməyə və digər sistemlər nəzarətimiz güclənir. Amma ki, digər məsələ var. Həqiqətən bu bateriyalar bizim gələcəyimizdirmi və eyni zamanda digər bizi, belə deyək, daha çox emissiyadan azaldan bir sistemə gətirib çıxacaq. Əlbəttə ki, mən bu fikirlə tam narazıyam. Çünki nəyə görə deyirəm? Çünki bu bateriyaların istehsalında istifadə olunan ən güclü bu dəqiqə, belə deyək, litium bateriyalardır. Bu litium bateriyaların da sintezində, litium bateriyaların, belə deyək də, tərtib edilməsində əsas mühüm rol oynayan litiumdur. Hansı ki, bu nadir torpaq metal elementi olaraq dünyanın ən çox hissəsi bu dəqiqə Çindədir. Amerikada o hissə azdır, Kanadada müəyyən hissəsi çoxdur. Portuqaliyada Avropanın belə deyək, ən çox litium ehtiyatı olan bir hissəsidir. Sadəcə olaraq bu o dərəcədə qabardılmır burada. Birinci litiumdur və ikinci məsələ nədir? Həmin o bateriya müəyyən müddət ömür qət etdikdən sonra utilizasiyası. Utilizasiya prosesi hələ də bugün öz həllini tapa bilməyibdir. Bəli. Bu mümkün deyil. Ona görə də biz researcherlərin qabağında belə bir məqsəd də qoyduq ki, bunu əvəz eləmək üçün daha belə deyək, litium yox, sodium olsun. Yəni belə deyək, natrium, sodium, belə deyək, xorek olan natrium elementindən istifadə olunsun və daha yaxşı digər elementlər istifadə olunsun ki, belə deyək, hidrogen və alternativ hidrogen alternativi bəli müzakirə olunur. Yəni hidrogen alternativi müzakirə olunur. Amma baxın, Rasim mən bayaq bir məsələni mənim yadıma saldı ki, daha dəqiq desək, mənə işarə verdi ki, sizdən bunu detallı da dəqiqləşdirim. Əslində nadir metalların özü də, nadir elementlərin özü də iki qrupdadır. Biri sırf enerji sistemində işlənməsi üçün, yaşıl enerjiyə transformasiyada istifadə olunur. Digəri isə dediyimiz bu çiplərin rəqəmsal texnologiyalarda. Bax, burada necədir bəs vəziyyət? Yəni, hansı ölkənin payı daha çoxdur? Yəni, bunu statik dataya əsasən biz deyə bilərik ki, yəni tam şəkildə, məsələn, istəsək biz
Google-da search etsək və digər platformada search etsək, bu dəqiqə üstünlüyü əlbəttə ki, Çin tutur. Ancaq istehsalına görə, təbii ehtiyatları ilə yox. Ton istehsalla hal-hazırda Çin liderlikdədir. Yəni o ehtiyatı var onun və onu istehsal eləyib çıxarda da bilir. Məsələ olsun ki, çıxarda bilir. Bir dənə replika vermək istəyirəm Buyurun, ki, əlbəttə, Amerika Birləşmiş Ştatlarında da həmin o çiplərlə məşğul olan iki böyük şirkət var ki, Nvidia-dır, AMD-dir. Hər ikisinin də rəhbəri Çinlidir. Tayvandan da Çinlidir. Yəni demək istəyirəm ki, Çin bu istiqamətdə, yəni Çinlilər ümumiyyətlə, mən dövlət kimi demirəm, Çinlilər bu istiqamətdə çox öndədir. Cənab Mohan da deyəsən əslən Çinlidir, doğrudurmu? Amma Portuqaliyadadır və dünyanın bir neçə yerində də elmi tədqiqat işləri aparır. Bu mənada bu belə deyək, bu sahədə çox öndədirlər. İndi Hindistan alimləri də materialın özü istehlakı Çinli, amma yarım ötürücülər ki var, biz keçən yarım ötürücü Tayvandır. 85-90%. O yarım ötürücülər də yarım keçiricilər və ya bu bilirsiniz, bunun əgər belə bir məsələ var idi ki, Çin-Tayvan arasında münaqişə başlayarsa, Tayvanın özünün enerjiyə olan tələbatı öz daxili hesabına ödənmir. Və Çin onu cəmi 2-3 həftə mühasirədə saxlasa, adadır da Tayvan ümumilikdə. 3 həftədən sonra orada bu istehsal başlayacaq çökmə və bütün dünya iqtisadiyyatını lərzəyə gətirə bilər. Enerji suverenliyi var idi. Bütün bu proseslərin kökündə o enerji suverenliyi dayanır. Yəni el dilində desək belə bir deyim var idi, Rubelnikin əlimdədir. İstəsəm söndürəcəm. Maraqlıdır. Güc əlimdədir. Əslində güc, söhbət odur. Enerji həm də gücdür. Enerji kimdədirsə odur, o diktə eləyir. Burada önəmli bir mərhələyə gəlib çatdıq. Mən istəmirəm ki, biz bir qədər Don Kixota bənzəyək ki, yel dəyirmanlarına qarşı mübarizə aparaq. Amma hazırda mən açıq deyim ki, bu tendensiyanı mən hiss edirəm. Yəni son dövrdə süni intellektin gəlişi, eyni zamanda yeni texnologiyaların gəlişi klassik elmə sahib olanlar tərəfindən bu cür qəbul olunur və onun da təhsilə transformasiyası məsələsində, elmə transformasiyası məsələsində siz hamını Rasim müəllim kimi ölçməyin. Rasim müəllim yenə deyirəm, yaşından bir neçə dəfə gənc kimi düşünür və daha bizdən də, hamımızdan da gənc fikirlərə məxsusdur və belə adamlar unikal adamlardır. Amma əksəriyyəti çox ciddi mühafizəkarlıq göstərir burada. Və bu elmdə, təhsildə mühafizəkarlıq bizim üçün bəladır. Və biz bugün o bəlanı hələ indi görürük. Bax, o ixtisaslar dedi. Rasim müəllim, bayaq siz gələnə qədər İzoməm, elə sahələrə toxundu ki, biz təxminən mən hesabladım ki, bir 19 yeni ixtisas lazımdır Azərbaycanda. Ki, bu məsələləri ən azından həyata keçirmək yox, sadəcə nəzarət eləmək. Nəzarət, çünki onların hamısını biz yarada da bilməyəcəyik. Çünki milli o çərçivə ona imkan verir. Amma onların xaricdə oxumasını təmin eləmək lazımdır. Maniyəsiz. Onda maniyəsiz. Bəs niyə keçmirik biz distant təhsilə? Biz distant təhsil də indi faktorlardan biridir. Biz ölkəmiz balaca, distant təhsil olmadan da ölkə daxilini təmin edirik. Bəlkə də xarici ixtisaslar üçün də. Axı o distant təhsillə bugün bilmirəm də orta məktəbdə təcrübə yaranırsın ki, bizim tələbə buradan doğrudan da bütün dolğunluğunu o mütəxəssis ola biləcək, hamısı ola biləcək. Göndərək getsin xaricdə oxusun. Getsin, oxusun da xaricdə. Bizə o tələbənin xaricə getməsi ölkədən $10.000 getməsi deməkdir. Yox, onun şərtləri var da. Sonra inklüzivlik məsələsi var. Bəli. Bəs yaxşı, fiziki məhdudiyyəti olan, maddi cəhətdən məhdudiyyəti olan artıq o marginal qruplarla bağlı o tamamlama inklüzivliyə görə var, amma məsələ ondadır ki, hətta o mütəxəssislər elə çox sayda gedib xaricdə qalsa da, onun da müsbət cəhətləri də var da. Bu ölkə üçün artıq onu orada görəcəyi iş, əlaqələndirmə, oradan verəcəyi töhfə, investisiya və s. Yəni Azərbaycanlı kimi aparıcı Google-da mövqedə olmağı da bu da artıq diplomatiyanın başqa bir növüdür. Mənim vurguladığım məsələ məsəl üçün bax Almaniyada bir 15 il əvvəl mən diplomatik xidmətdə olanda ciddi sürətlə bunlar hesablayırdılar ki, 400.000 bu sahədə, bu digitallaşma və əlaqəli sahələrdə bunların kadr çatışmamazlığı başlayacaq ildə yaranmağa. Bunlar hesablayırdılar ki, bunun hardasa bir 150.000-ini özləri universitetdə, o ixtisaslarda dəyişiklik etmək, şirkətləri cəlb edirlər investisiyanı qoymaq. Təkcə dövlət onun ötəsinə gələ bilmir, hətta Almaniya kimi dövlət. Böyük şirkətləri cəlb edirlər. Bir 150.000 də harasa deyirlər ki, Avropa İttifaqı və ətrafdan gətirə bilərlər. Hətta Avropa İttifaqı özü də vermir. Polyak, İtalyan əvvəl gəlirdi, indi gəlmir. Deməli bir 100.000-i bu məcburdur kənardan gətirsin. İstədilər xüsusilə Hindistandan mütəxəssisləri gətirsin. Bir 5.000-i böyük çətinliklə gətirdilər. Çünki orada əmək müqaviləsi, sosial sığorta, o qədər şərtlər var. Dil məsələsi. Bunlar gəldilər, bunlara qarşı daxildə şey başladı. Ki biz uşaqlarımıza bu investisiyanı qoymalıydıq. Bu Hindlilər gəlir, mədəniyyət tutmur və s. Onun əksəriyyəti sonra gəldi. Beynəlxalq getdi Amerikaya. Çünki Alman cəmiyyətində inteqrə ola bilmədi. Almaniya boşluğu hiss eləyir. Təsəvvür edin ki, onların özünün universitetlərində rəqəm mənim yadımdan çıxıb
hər universitetə bir neçə milyon qoymaq, dövlət proqramı, şirkətlərin cəlb olunması məsələsi var idi. O ixtisasları yetişdirmək üçün. Bu kifayət eləmir. Alman iqtisadiyyatı gözləyə bilməz axı. Alman iqtisadiyyatı bax, elə ona görə mütəxəssisləri kənardan gətirir. Baxın, bəli. Bax, o məqamı İsmail müəllim, daha dəqiq desək, cənab Mohan dedi və İsmail müəllim də bu məsələni tamamladı ki, bir çox hallarda tələbənin yerli mentalitetdən uzaqlaşıb gəlib xaricdə təhsil alması onun həm də sonradan siz deyirsiniz bu yaxşıdır, bəli. Amma o sonra ölkəyə qayıtmır. Biz o mütəxəssisi bilmirik, qayıdacaq ya qayıtmayacaq. Almaniyada tibbdə 1300 minimum tələbə var, hələ 3000 deyirlər. Buyurun. Bu o tələbələrdir ki, demək bizim bu mənada distant təhsili və yaxud heç olmasa distant ixtisas artırmanı və yaxud da post təhsil dövrlərini tətbiq eləməyimiz daha səmərəli ola bilər. Yoxsa yox, Bəxtiyar müəllim, mən səhv deyirəm. Rizvan müəllimin də haqlı olduğu tərəflər var, sizin də haqlı olduğunuz tərəflər var. Yəni xaricdə təhsil almağın da üstünlükləri var. Yəni kifayət qədər üstünlükləri var, amma gedə bilməyən kitlə üçün də, yəni biz bunu alternatifini yaratmalıyıq. Yəni bu günlərim əgər biz ölkə olaraq hər il kifayət qədər, yəni gələcəkdə bu ixtisasa əmək bazarında kifayət qədər ehtiyac olacaq və bu ehtiyaca tələbə qarşı olan insanlar biz burada yetişdirə bilməyəcəyik və bunun hamısını da xaricə göndərə bilməyəcəyimiz üçün distant olaraq da təhsil alanları dəstəkləməliyik. Amma Rizvan müəllimin sözündə həqiqət var, gedib xaricdə təhsil alıb, gələn kütlə var, amma onların böyük əksəriyyəti gəlməyən kütlədir. Bunun ölkə üçün avantaj da var, dezavantaj da var. Məsələn, nədir? Ölkəni təmsil eləyir. Biri mən 14 ildən artıq 16 ilə yaxındır xaricdə yaşayıram və Azərbaycan qürurla təmsil edirəm. Amma tamamən o ölkəyə uyum sağlayıb, Amerikaya, məsələn, İngiltərəyə, Avropaya uyum sağlayıb, Azərbaycan yadından çıxardan da çox kütlə var. Ümumiyyətlə, Azərbaycana heç bir faydası yox. Hələ ziyan vuranları da var. Ziyan vuranları da var. Yəni bu daha qorxuludur. Bəli. Amma indi başqa bir şey var. Rasim müəllim dedi, burada kütləvilikdən gedir artıq. Qarşıda kütləvilikdir. Biz o kütləni xarici göndərə biləcəyik, çatdıra biləcəyik. Çatdıramayacaq. Almaniya kimi dövlət hal-hazırda əmək bazarına ehtiyacı olan kütləni özü təmin edə bilmir öz ölkəsində. Xüsusilə bu sayda digital. Və yaxud da başqa bir barmaq sayı. Çox geri qalmağa başlayıb. Yəni sənayenin mərkəzi olan bir dövlət digital sahədə çox geri qalmağa başlayıb. Və yaxud da başqa bir misal, iki misal çəkəcəm. Elə Rasim müəllimə də söz verəcəm bundan bağlı. Bax, burada studiyada oturan 3 nəfər xaricdə təhsil alıbdır. Rizvan müəllim təhsil alıb qayıdıb Azərbaycana. Siz təhsil almışsınız xaricdə, qayıtmamısınız. Hörmətli İsmail müəllim də qayıtmayıbdır. Biri bizi Portuqaliyadan salamlayır, bir də indi sağ olsun vaxt tapdı Azərbaycana gələ bildi, həmişə Almaniyadan salamlayır. Yəni bu statistika artıq göz önündədir. Bir də Rizvan müəllim qalıb ümid. Yəni ümidiniz yəni studiyada. Mən də diplomatiyaya gəlmək istəyirdim, çünki diplomatiyada vətəndaşlıq məsələsidir. Üzərində orada başqa faktorlar da var. Yəni siz də gəlməyəcəydiniz. Yox, mən əvvəlcədən o diplomatiyanı istəyirdim, ona görə. Rasim müəllim, keçən dəfə verilişdə siz dediniz ki, bəli. Keçən dəfə siz verilişdə dediniz ki, biz bu sahə üzrə mütəxəssisləri saxlaya bilmirik ölkədə. Burada belədir. Burada bir məqam var. Gələn var, gəlməyən var. Bunların hamısının müsbət, belə deyək ki, mənfi tərəfləri ola bilir. Bu günləri Çinin özünün potensialının o şəkildə inkişaf etməsi tək özünün daxilindəki kadr potensialının hesabına deyil. Onu mən sizə deyim. O ki, Çinlilər ki, dünyanın aparıcı universitetlərinə getdilər. O müəyyən karyera qazandılar, bilik qazandılar, alim oldular. Onların siz bioqrafiyanız baxırsınız, MIT-dir, Stanford-dur, nə bilim, ayrı universitetlərdir. Onların hamısı öz xalqına, öz dövlətinə xidmət edən alimlərdir. Son statistika onu göstərir ki, son bir neçə ildir artıq həmin o Çinlilər ki, gedib dünyada ən məşhur, belə deyək, Harvardda o birisi, bu birisi, universitetdə onlar müəyyən karyera qazanıblar. Onlar özü Çində onlar üçün əmək bazarında elə bir şərait yaradılır ki, onlar artıq Çinə qayıdırlar. Buyurun. Bunu mən sizə deyirəm mən. Yəni, bütün bu Azərbaycanlılar ki, haradasa məsələn istifadə, onlar bizim sərvətlərimizdir, onu açıq deyirəm mən. Amma biz o şəraiti yaratmırıq. Amma məsələ bundan ibarətdir ki, bu günləri Azərbaycanda aparılan dövlət siyasəti, bu süni intellektlə bağlı, rəqəmsal inkişafla bağlı, bütün sahələrdə bu, demək ki, proseslərin dərinləşməsi, datalara sahib çıxması, data analitik, kibir təhlükəsi, mütəxəssис və s. yeni bazar yaradır. Mən çox belə əminliklə bildirirəm ki, həmin kadrların müəyyən bir hissəsi qayıdıb gələ də biləcəkdir. Mən burada bir şübhə görmürəm mən.
Buradan demək bir məsələyə münasibətimi bildirmək istəyirəm, hörmətli Elçin müəllim. Bu kadr məsələsi dünyanın problemidir. Ən inkişaf etmiş ölkələrdə də bu kadr məsələsi, rəqəmsal bu ixtisaslar kadrlar demək ki, çox tələb olunan ixtisaslardır. Özdəki rəqəmsallıq bu dəqiqə tək özü kompüter elmləri məhdudlaşmır. Hüququn özü rəqəmsallaşdırır, iqtisadiyyatın özü rəqəmsallaşdırır, mən belə başlayıram, kimyanın özü də bu dəqiqə rəqəmsallaşmalıdır. Çünki o batareykaların, yəni belə deyək də, işlənməsi, elə bir ixtisas, təmiri elə bir məsələləri insan var. belə deyək ki, fəaliyyət növü yoxdur ki, üstə gəl rəqəmsal transformasiya olmasın, üstə gəl rəqəmsal texnologiya olmasın. Ona görə də nə qədər bu reallıqdır, bu cəmiyyətin bugünkü rastlaşdığımız iqtisadiyyatın digitallaşdırması üzrə ayrıca komissar var. Bir komissar baxır iqtisadi məsələlər, o başqa. Məhz iqtisadiyyatın digitallaşdırılması yeni bir komissar. Biz oranı işləyirik. Bu dərəcədə sürətli layihəmiz var, bəli. Yəni demək istəyirəm, hörmətli Elçin müəllim, bu rəqəmsal transformasiya söhbəti var ha. Bütün insan fəaliyyətinə, ailə üstəgəl rəqəmsal texnologiya, şəxs üstəgəl rəqəmsal texnologiya, hansısa bir iş rəqəmsal texnologiya, dövlət üstəgəl rəqəmsal texnologiya, bütün fəaliyyət. Ona görə də bunun özü əmək bazarını diktə edir ki, yeni tələb, yeni kadrlara ehtiyac vardır. Fərqi yoxdur ha, fərqi yoxdur. Adi aqronom bu günləri rəqəmsal aqronom olmalıdır. Otur onlarla işləyən olmalıdır. Hörmətli Rasim müəllim, bizim təsir necə? Bax, bu çağırışlara cavab verilmir. Ona gətirirəm mən. Bəli. Ona görə də kənd təsərrüfatı da, göydə, yerdə, suyun altı da hər şey rəqəmsallaşır. Rəqəmsallaşma o deməkdir ki, ənənəvi olan bütün ixtisaslar dediyim ki, növündən asılı olmadan üstə gəl rəqəmsal texnologiyadır. Bu bir istiqamətdir. Bir də rəqəmsal texnologiyanın özü sürətlə inkişaf edir. Onun özünün də deyək ki, yaxşı onun belə deyək ki, mühəndisləri olmalıdır, alimləri olmalıdır, tədqiqatçısı olmalıdır. Yəni kiber təhlükəsizliyi üzrə, data analitika üzrə, süni intellekt üzrə, proqram mühəndisliyi üzrə və s. bunların sayı çox. Yəni biri özü inkişaf edir. Bu inkişaf edən həm də inkişaf olunur başqa ixtisaslara. O birisi ixtisaslar bu texnologiyalardan asılı vəziyyətdədir. Yəni buna uyğunlaşmasa geridə qalır. O ki qaldı sizin sualınıza rəsmi olaraq cavab vermək istəyirəm ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti keçən illərə qərar qəbul edib ki, bu məsələlər diqqətə gətirilsin. Əlbəttə ki, demək, cənab prezident də bu məsələləri müxtəlif səviyyələrdə tapşırıbdır. Son zamanlarda müşavirələrdə kadr məsələsinə xüsusi diqqət ayırıbdır. Bunun özünün müxtəlif yolları vardır. Tək belə deyək ki, ali təhsil sistemində bunları yetişdirmək onların gücü çatmaz. Yəni bunu açıq etiraf edir. Çünki əmək bazarında o qədər tələbat yaranır ki, həm də ki o tələbatın özü o qədər dinamik dəyişir ki, 4 il, 5 il, 6 il oxumaq əmək bazarındakı tələbatdan yeri qalır. Bax, orada bir fərq var. Orada bir fərq var. Yəni texnologiyanın inkişaf sürəti ilə onlara verilən biliyin keyfiyyəti, biliyin o mahiyyətində fərq var. Ona görə ali təhsil müəssisələrinin özləri də o prosesə transformasiya olunmalıdır. Bunun başqa yolu yoxdur. İkinci məsələ ondan ibarətdir ki, Nazirlər Sovetinin qərarı ilə, Nazirlər Kabinetinin qərarı ilə Elm və Təhsil Nazirliyi ölkədə tabiçiliyin asılı olmadan tibbdir, universitetdə və s. onların hamısının belə bir yerə toplamışdı. Mənim özüm də o işə cəlb olunmuşdum. Mən kompüter elmləri, təbiət elmləri, nə bilim mən tibb elmləri, iqtisadiyyat və s. ayrı komissiya yaratmışlar. O komissiyanın tərkibində əmək bazarının təmsilçiləri var idi. Biznes sektorunun təmsilçiləri var idi. Elmin və demək ali təhsil sistemində işləyənlərin onlar əmək bazarı həm xarici təcrübəni, həm də ölkədəki əmək bazarını təhlil edəndən sonra bir kritik olaraq yanaşma ortaya qoydular ki, bu bütün mövcud olan ixtisaslara yenidən yanaşmaq lazımdır. Yenidən yanaşmaq lazımdır. Dediyim ki, istər mədəniyyət olsun, istər tibb olsun. Həm də ki, Rasim müəllim, üzr istəyirəm, baxın, indi hər qurumda bir müavin olacaqdır sırf buna. İndi bir də onu biz tələbəni gətirib müavin qoymayacaq. Demək, mövcud kadrın ixtisas artırması. Ona mən gələcəm. Demək, Elm və Təhsil Nazirliyi 2025-ci ildə tamamilə bütün fəaliyyətini bu istiqamətdə, yəni bütün bunların hamısını təhlil etmək, yeni ixtisaslar seçmək, bilirsiniz ki, bunların hamısı talihli məsələlərdir. Universitetlərin özünün fəaliyyəti, yeniləşməsi, əmək bazarı, dövlət siyasətinə dəstək, bütün bu istiqamətdə müəyyən işlər aparıldı. Bəzi ixtisaslardan imtina olundu ki, bunlara lazım olmur əmək bazarında. Bunlara biz niyə diplom verək, buraxı əmək bazarında işsiz qalsınlar. Amma çoxlu sayda, sizin bu günləri müzakirə etdiyimiz çoxlu sayda data mühəndisliyi, data analitikdir, süni intellektdir, kiber təhlükəsizliyi, proqram mühəndisliyidir. Və bunun demək ki, o kompüter elmləri çərçivəsi altına. Üstə də gəl, nə qədər yeni ixtisaslar ortaya çıxdı. Məsələn, rəqəmsal dövlətdir, nə bilim mən, müxtəlif ixtisaslar ortaya qoyuldu, tamamilə ələndi, təzələndi.
və Nazirlər Kabineti təqdim olundu, artıq təsdiq olunubdur. Artıq ali təhsil sistemində indi bizim həmkarımız ölkədə deyil, ona görə yəqin izləyə bilmir. Mən sizə tam komissiyanın necə deyirlər, həmkərlərlə biriyəm mən və Elm və Təhsil Nazirliyinin bu iş həyata keçirilibdir və bu gün də həmin o ixtisasların özlərinin məzmunların formalaşdırılması, nə bilim onunla bağlı müəyyən işlər aparılması gedir. Həm bakalavr səviyyəsində. Mən nədən qorxuram? O məzmunları formalaşdırana qədər elmlər mən deyəcəm, o gəl icazə verin ki, mən sizə deyəcəm. Bir dəqiqə Rizvan müəllim. Demək ki, bax mən gedən prosesləri tam dəqiq deyirəm, mən o işin içindəyəm, mən gündəlik bu işlə biz məşğul oluruq biz. Həmin ixtisasların özlərinin məzmunları, proqramları, onların nə bilim müəllimləri, onların hazırlaşdırılması və s. Açıq etiraf eləyək ki, elə komissiyanın özündə də etiraf olunurdu ki, bu fənləri kim deyəcəkdir? O müəllimlər hardadır? O müəllimləri necə də bir mövcud kompüter elmləri alimlərin özlərini dəyişmək lazım, inkişaf etdirmək lazım. Orada biraz konservatorluq var. Bəli. Yəni özünü misal üçün əziyyət vermək istəmir, uyğunlaşmaq istəmir və s. və s. Ona görə də bu günləri Azərbaycanda yeni ixtisasların gəlməsi problem deyil. O ixtisaslar üzrə müəllimlər, kafedralar, dekanlıqlar... Demək, onda 5-ci nəsil universitetə keçməliyik. Demək, oradan da zəruriyyət ortaya çıxır ki, bu günləri ali təhsil müəssisələrinin həmin bu dediyimiz inqilabi proseslərin əyaqlaşması üçün çevik hansı islahatlar aparılmalıdır ki, o yeni bilikləri əldə eləsin. Həmin o müəllimlərdir, kimlərdir, süni intellekt texnologiyalardır bəlkə də. Onların vasitəsilə bunların tədris olunması və distant təhsil də mən tamamilə razıyam ki, həm daxili auditoriyası, həm də ki, beynəlxalq aləmdə təhsilin götürülməsi və bu proseslərə ayrı qurumlar da, müvafiq dövlət qurumları da qoşulur. Müxtəlif akademiyalar, müxtəlif mərkəzlər açırlar. Eyni zamanda demək biznes sektorda da bununla yəni Elçin müəllim, mən tam şəkildə bunu mən məcburam ki, yəni bu işlərin iştirakçısı kimi və Elm və Təhsil Nazirliyində bu istiqamətdə aparılan bu işlərlə bağlı mən bunu dəqiq görürəm və onun iştirakçısıyam. Bu bir. İkincisi, Elmlər Akademiyasının doktorantura səviyyəsində də bu məsələyə xüsusi diqqət ayrılır. Onu da mən sizə deyirəm ki, yeni ixtisaslarla açılmasıdır. Bəli, yeni ixtisaslardır, onların məzmunudur, dissertasiya mövzularıdır, onların bütün tamamilə süni intellektin prizmasından baxılır. Mən sizinlə razıyam. Bütün sosial, fəlsəfi, bu niyyətinizi də mən bilirəm ki, nə qədər dürüstsüz bu məsələdə. Mən hamısını deyə bilmərəm, amma Azərbaycan universitetlərinin tam 50%-i nəinki bu prosesə hazır deyil, mənəvi cəhətdən, texniki cəhətdən. Ümumiyyətlə, bu prosesin əleyhinə işləyir və süni intellekt dedikdə onların bildikləri ChatGPT-dir və çox təəssüf ki, bugün universitetlərin əksəriyyətində qohumluq, tanışlıq, peşəkara qiymət verməmək hesabatından kadr itkisi yaranıbdır və onlar yeni texnologiyalara, yeni ümumiyyətlə şeylərə qətiyyən ona görə açıq deyirlər ki, orada artıq bilik, elm tələb olunacaq. O da onlarda yoxdur. Bax, mənim ən çox qorxduğum budur və bu məqamlara da bir qədər cəmiyyət olaraq da üstünə getməliyik. Bilirəm, heç biriniz bu məsələyə razılaşmayacaqsınız. Ona görə ki, hər birinizin bu və digər şəkildə elə bir məqamları var ki, mənim fikrim subyektiv görünə bilər. Amma bu da bir acı reallıqdır, təəssüf ki, acı reallıqdır. Amma mən sualı belə qoymaq istəyirəm. Hörmətli Mohandan soruşacağım və bizim Qarazadə İsmail müəllimdən soruşacağım. Siz niyə ölkələrinizi tərk edibsiz və gedib Portuqaliyada çalışırsınız? Hə, yəni Çin bayaqdan deyirik, hər şeydə birincidir, bütün dünyanı aparır, amma siz niyə Çində deyilsiniz? Və İsmail müəllim, siz niyə Azərbaycanda deyilsiniz? İcazə versiniz, birinci Mohandan başlayaq, ondan sonra da mən davam edirəm. Burada qısa məlumat sizə verdim ki, birinci Mohan Hindistanlıdır. Hindistanlıdır. O da müəyyən dərəcədə öz ölkəsindən çıxaraq Çində, Portuqaliyada, Taylandda, Cənubi Koreyada və hal-hazırda İsveçrə ilə Avstraliyada, yəni cəmləşdirir. Demək, bəxtəmən, siz də dediniz Çin, mən də bayaqdan baxıram, Çin obrazı deyil, Hindistan obrazıdır. Hə, Çin. Hindistan, niyə çıxdı ki Hindistandan? Özdə gələcəyi var Hindistanın deyirlər. This is very okay about this because I want to explore more and more. And I think this earth is like a family. We can move anywhere and we can share our knowledge. I belong to science and I work in science. So I work with China, I work with India, I work with Azerbaijan. I have very good collaboration and it feels like and now I'm talking with you, it feels like a home. Because I have a good collaboration. I have collaboration working with Australia and working with Thailand at the same time.
And so my life is for society, for dedication, for new innovation research. And what can I do for society? I can do some improvement and spread the science around the world. Belə That's yerdə only I think. bir dənə cavab vermək olar ki, sağ əlim mənim başıma, təxminən. İsmail müəllim, xahiş edəcəm həm tərcümə eləyəsən də öz argumentinizi də söyləyəsiniz. Yəni qısa olaraq hörmətli professor Bicmanın bildirdiyi kimi, yəni bütün dünya bizim yerimizdir və yəni istənilən bir yerdə olaraq mən araşdırmamı aparaq xoşbəxt hiss edirəm özümü. Həmçinin bu dəqiqə sizlə də danışıramsa mən özümü xoşbəxt hiss edirəm. Çünki dünya bizimdir də, belə deyək, hər bir insandır və insanlar da müəyyən bir yerdən digər yerə getməsi və onlarla birlikdə əməkdaşlıq eləməsi daha effektivdir, daha da irəli çəkir bizi. O ki qaldı mənim fikrimə, yəni belə deyək. Elə yanaşmaqda söyləyini söhbəti hiç gedir bu yanaşmadan. Buyurun İsmail müəllim. Çox üzr istəyirəm, eşitmədim. Dedi ki, bu yanaşma ilə elə suverenlik əldən gedir. Rasim müəllim söylədi. Bu da maraqlı bir məqamdır. İsmail müəllim, siz argumentinizi gətirin. Niyə Azərbaycanda deyilsiniz və oradan, yəni... Yəni, belə deyək, əlbəttə ki, indi hal-hazırda cismən Azərbaycanda olmasaq da ruhumuz həmişə Azərbaycanda. Yox, ruhun məsələsi deyil də. Yəni, belə deyək, xaricdə də Azərbaycanı Bəxtiyar müəllimin qeyd elədiyi kimi ümumi demək istəyirəm, yəni icazə versəniz də fikrimi çatdırardım tam. Yəni Azərbaycanı da xaricdə layiqli təmsil edirik. Eyni zamanda Azərbaycanda niyə hal-hazırda deyilik? Çünki kimyanın hal-hazırda distant təhsilindən söhbət gedirsə, distant şəkildə bunu eləmək, yəni distant şəkildə bu araşdırmaları aparmaq, təəssüf ki, kimyada bu gələcəkdə, yəni mümkün olsa da, yəni müəyyən dərəcədə, amma 100%-də bunun heç vaxt kimyanın distant təhsilə çevirmək olmaz. Yoxsa kimya, tip, bunları uzaq tuturuq da bununla. Davam edin İsmail müəllim. Kimyanın yəni distant təhsilə çevirmək olmaz. Yəni eyni zamanda bizim tədqiqatları biz bir yerdə qalaraq aparmamız qəti şəkildə mümkün deyil. Çünki biz məcburuq dünyanın müəyyən bir ölkələrində olaq, müəyyən bir tədqiqatları müəyyən bir fərqli yerdə aparaq. Çünki hər hansı bir tədqiqatı aparanda birinci indiki dövrdə nəinki Azərbaycanda, yəni Avropada istəyir, Amerikada istəyir, Kanadada istəyir içində maliyyə cəhətdən çox sıxıntılar olur. Yəni bu tədqiqatların aparılmasında, tədqiqatların intensivləşdirilməsində təəssüf ki, biz bir yerdə qalaraq biz bunu eləyə bilmirik. Yəni bir yerdə qalmaq üçün xeyli sayda cihaz lazımdır, xeyli sayda məbləğ, xeyli sayda vəsait lazımdır. Eyni zamanda xeyli sayda kadr lazımdır və xeyli sayda kadr da təmin edəcək məbləğ lazımdır. Aydındır. Çünki əgər bir yerdə tədqiqat üçün cihaz varsa, belə deyək, resurs da varsa, amma həmin o kadr orada təmin olunacaq dərəcədə deyilsə, yəni avtomatik həmin o kadr o işləri görməyəcək. Orası da var. Haqlısınız. Burada iki faktor da var. Birincisi, bizim ölkədə buna cavab verəcək laboratoriyalar varmı, yoxsa yoxmu? Bu sualıdır. Cavab istəmirəm, çünki çox ritorik sual idi. Və ikinci bir, heç buna da cavab istəmirəm ki, yəni kimya elmləri doktoru Lissabon Universitetində aldığı əmək haqqı ilə tutaq ki, Azərbaycanın ən nüfuzlu universitetində elmlər doktoru kimi çalışıb alacağı əmək haqqını müqayisə eləməyə dəyər yoxsa yox. Çünki bu da ritorik sualdır, cavab istəmirəm. Bəxtiyar müəllim, sonuncu və çox qısaca cavab da istəyirəm, çünki vaxtımız da bitdi. Siz niyə burada deyilsiniz? Mən niyə burada deyiləm? İsmail müəllim dedi ki, laboratoriyalar və s. və s. yəni haqlıdır. Siz də ona görə? Mən niyə burada deyiləm? Mən əslində bu suala çox cavab vermişəm, amma bir daha verim. Mən Türkiyə Qazi Universitetindən magistratura pilləsən gedib, orada başlayan bir akademik fəaliyyətim var. Ondan sonra da əvvəlcə Türkiyədə yaşadım, 10 ilə qədər orada universitetdə çalışdım. Yəni, belə deyim də, məni burada istəyən yoxdur. Yəni, daha qısa və net bunu deyim. Bu da bizim gənc professorumuzun dediyi sözdür. Və bu çox kədərli bir sözdür. Və ona görə mən dedim ki, cənab Mohanın sağ əli mənim başıma. Çünki mən də o cür bir, əslində, bu yol da maraqlı bir yoldur. Xüsusən də elmdə, elm sərhəd tanımır. Amma Rasim məndə başqa bir şey dedi ki, elə bu da rəqəmsal suverenliyin və ümumiyyətlə suverenliyin özünü sual altına alır. Çox qəribə bir keçiddəyik və bu keçiddə həqiqətən də müdrik qərar vermək də çətindir. Ona görə müdrik qərarı məncə bərabər verməliyik və ilk növbədə mühafizəkarlığa yoxdur. Amma mühafizəkarlığa qarşı da çıxmalıyıq. Çünki ultra mühafizəkarlıq bu işdə çox ciddi bir mane olacaq. Amma çox liberallıq da çox ciddi sərhədlərin pozulması demək. Demək, ideal ortanı tapmağa çalışmalıyıq. Bax, bunun üçün hamımız səfərbər olaq. Görüşərik.
Müzik